Salam, hər vaxtınız xeyir olsun Mağara TV izləyiciləri. Əvvəlki efirlərdən fərqli olaraq bu efirə də Vidadi bəy İskəndərli qoşulubdur, hüquq müdafiəçisi, hal-hazırda Fransada mühacir həyatı yaşayır və Əliyevlər, Paşayevlər rejiminin ən qorxulu röyası. Və nəyə görə Vidadi bəy qoşulubdur? İndi sözü verəcəm ilk öncə Vidadi bəyə. Vidadi bəy biraz tez çıxacaq. Yəni sabahları Mülhaus şəhərində, Fransada bildiyiniz kimi aksiyalar təşkil etmişəm Avropada. Əliyevlər və Paşayevlərin WC-lərə, tualetlərə vururam. O vaxta kimi bu aksiya davam edəcək ki, yəni bunlar İbrahim Nehrəmli Daladuzun qulağını vuracaqlar. Vurmayana kimi Əliyevlər və Paşayevlər bütün Avropanın tualetlərini gəzəcək və bu efirdən Vidadi bəy çıxdıqdan sonra bir daha bizi izləyənlərə müraciət edəcəm ki, hər kəs yaşadığı ölkədə mənim aksiyama dəstək olsunlar. Məhz Əliyevlər və Paşayevləri tualetlərə vurub, onların qısa videolarını mənə göndərsinlər. Mən də özüm və bloger dostlarımızın kanalları, YouTube kanalları vasitəsilə bunu işıqlandıraq. Və dünən Qabil bəy efirindən deyir ki, killer göndəriblər 6 nəfər və mən buradan bəyan edirəm ki, sabahları Bazeldən, İsveçrədən keçirəm Mülhaus şəhərinə. Vidadi bəyin yanına gedirəm, saat 1-2 arasında qara Volkswagen maşınım var. Həmin killerlərə səslənirəm. Gəlin məni Bazeldən Fransanın sərhəddində orada gözləyin, gələcəm. Yox, əgər gəlməyəcəksinizsə, Mülhaus şəhərinin paytaxtında, tualetlərdə şəkillərimiz olacaq. Fransa səfirliyinə, Azərbaycan səfirliyinə səslənirəm ki, gəlin mamanızın, papanızın, babanızın şəkillərini WC-lərdən çıxardın. Deyirəm, Fransa WC-ləri, tualetləri mən belə fikirləşirəm ki, İsveçrə tualetlərinə çata bilməz. Sözü verirəm Vidadi bəyə. Vidadi bəy biraz tez çıxacaq, aksiyanı dəstəkləyir. Sabah Vidadi bəyin yanında olacaq. Buyurun Vidadi bəy. Mən salamlayıram sizin TV-ni və öz fikrimi söyleyeyim. Sözsüz ki, mənim fikrim sizin fikrinizdən biraz fərqlidir. İlham Əliyev atasının 6 ay xaldenlikdə gizlətdi, heç vecin olmadı. İlham Əliyev ailəsini, yəni ailə nümayəndələrini ermənilərə pay verir, ondan da utanmır. Mənə gəlir ki, tuvaletə Mehriban Əliyevanın, İlham Əliyevin, Paşayevin vurmaları onlar üçün belə deyək də, sadə bir şeydir. Niyə? Çünki insanın şərəf və ləyaqəti deyilən bir şey var. Şərəf və ləyaqəti deyilən bir şey var. Ümumiyyətlə, o şərəf və ləyaqət kişilərdə qorunur, o türmədə qorunur, o insanlıqda qorunur. Bunların şərəf və ləyaqəti yoxdur. İstəyirsən tualetə vurma, istəyirsən üzr istəyirəm, belə deyək də, Mehribanı da, qızların da gətirək qara dərilərlə cinsi əlaqədə salaq. Onlar üçün təfavüt yoxdur. Onlar üçün ən əsas puldur, onlar üçün ən əsas belə deyək də, ümumiyyətlə, heç nə vecini alan adamlar deyirlər. Yəni, insanlıqdan düşmüş bir insanlardır. Siz edirsiniz, çox sağ olun. Yəni, Avropada hamı, mən də eşitdiyimə görə Almaniyada sizin aksiyanı, yəni tualetdə Mehribanın başına, nə bilim, Mehribanın qızların başına, belə deyək də, bilmirəm bunu necə deyim mən, yəni, естественно, надобности, будем говорить так. Yəni, işiyiblər, İlhamın nə borcuna qızına işədilər, başına, arvadına işədilər. Onlar üçün şərəf və ləyaqət deyilən bir şey yoxdur. Olmayıb, olmayacaq da. Başa düşürsünüz Rəşad bəy, mən sizə müvəffəqiyyətlər arzulayıram və deyirəm ki, siz mübariz insansınız. Amma yadınızda saxlayın, hətta Mehribanı da, qızlarını da gətirsəniz Qasinsiya, Şveçariya və hətta lüt bir şəkildə çəksəniz də, belə deyək də, onlarla intim münasibətdə olsanız da İlham Əliyevin vecinə deyil. Niyə? Çünki bu sistem belə sistemdir. Çünki bu sistem belə sistemdir. Nehrəmli kimdir? Ramiz Rızayev kimdir? Bunlar mağara adamlardır. Siz yaxşı ad qoymuşsunuz. Bunlar mağara adamlardır. Bunlar ilk məhəbbəti eşşək olan adamlardır. Bunların arvadı ola-ola bunlar eşşəklə yaşayırlar. Yəni bunlar üçün o siz etdiyiniz hərəkət şəxsiyyəti və şərəfi olan adamlar üçündür.
Bunların şəxsiyyət və şərəfi yoxdur. İstəyirsən başına nə edirsən elə, istəyirsən gətir natura formasında iznasilvat elə, iznasilvat yox, yəni nəsə elə. Bunlar üçün heç bir, belə deyək də, tablo deyil. İnsan var ki, kişi var ki, indi Maqsud da Bakıda böyüyüb bilir. Yəni insan var ki, bir kəlmə söz deyərsən, yəni keçmişdə, yəni 30 ilin, 40 ilin söhbətidir. Bakıda bir söz deyərdin ki, kiməsə ki, sən nə bilim əyri gəzirsən, adamı öldürürlər onun üstündə. Bunlar üçün fərq etməz. Sən kimsən, nəsisən, sən nağarırlar, arvadın kimlə yatır, qızın kimlə yatır, bunlar üçün fərq etməz. Buna görə də sizin bu etdiyiniz aksiya sözsüz ki, lazımlı aksiyadır, amma o nə İlham Əliyevə, nə Paşayevə dostoyevstvosuna yaraşan iş deyil. Çünki 500.000 pul nədir? Hacı Nehrəmli yiyib də, sənin pulu Kamran Əliyev yeməyib ki, sənin pulu Fuad Ələsgərov yeməyib ki, sənin pulu İlham Əliyev yeməyib ki, sənin pulu yiyib Paşayevlər, sənin pulu yiyib Mehriban. Və bunların əgər dostoyevstvosu olsa, 500.000 nədir? Onlar üçün, bizim üçün bir qəpik, onlar üçün bir qəpik də deyil. Yəni bu pulu verib sizdən, mən deyərdim ki, belə deyək də, bir əl çəkərdilər ki, hə də, necə yəni? Bax, mən sizə bir söz deyim də, vicdanıma and olsun. Əgər mənim ailəmin, üzvlərimin tualetdə şəklin qoysalar qanunu və siz etdiyiniz hərəkəti etsələr, namusuma and olsun. Ya mən ölərəm, ya onları öldürərəm. Bunlar da sama gəlirlər də Vidadi bəy. Sama gəlirlər öldürməyə, killerlər göndəriblər. Ona görə deyirəm ki, Vidadi bəyin yanında olacam. Qaldı o killerlərə. Killer zat gələn deyil, yadınızda saxlayın. Bunlar hamısı boş-boş söhbətlərdir. Arada blogerlərin bir özündən şişirtmiş şeylərdir. Killer gəldi, killer getdi. İlham Əliyev kimdir ki, o killeri də göndərər? Başa düşsən də. Bunlar boş-boş söhbətlərdir və belə deyək də, müəyyən blogerlərin öz bulatını qaldırmaq mı, nə bilim, killer gəldi, killer getdi, killer belə elədi, killer elədi. Killer bir dəfə gəlir, bir dəfə də vurur. Düz, düpbəli. Killer sözünün mənası budur. Bir dəfə gəlir, bir dəfə atır. Yoxsa killer gələcək. Necə olur ki, Daxili İşlər Nazirliyinin, KQB-nin killerini belə deyək də, Qabil qabaqsızdan bilir ki, killer gəlir. Demək, Daxili İşlər Nazirliyi Ramil Usubovun ətrafı Qabilin adamlarıdır ki, killer gəlir. Belə şeylərin mən tərəfdarı deyiləm. Nə killer gələn deyil, nə üzr istəyirəm, heç nə gələn deyil, nə dava eləyən deyirlər, nə şava eləyən deyirlər. Bunlar razılaşıblar ki, anamıza, bacımıza, arvadımıza, qızımıza sözlər də qəbul edəcək. Bu qədər bəy. Təşəkkür edirəm Vidadi bəy. Vidadi bəy, bir dəqiqə Vidadi bəy getməsin, mən kişiyə söz vermişəm. Hansı efirə çıxanda mən Vidadi bəyə bir sözüm olacaq. Vidadi bəy, sizin yəqin ki, məndən bir aşağısı bir 8-9 yaş böyüksünüz də. Mən səs gəlmir Vidadi bəy. Vidadi bəyin səsi gəlmir. Səs bağlandı Vidadi bəy. Vidadi bəy səsi açın. Vidadi bəy, səs gəlmir, səs. Ay Vidadi. Vidadi səs gəlmir. Onlar digilən yaz orada səskə qoy, efirdə yazsınlar ki, səs gəlmir Vidadi bəy. Vidadi bəy. Səs gəlmir, səs yoxdur, səs. Səs yoxdur. Vidadi bəy, sizi danışırıq. İndi səs gəlir. İndi gəldi. Maqsud nəsə deyir. Nə oldu bu çıxdı? Nəysə, yəqin indi təzdən qoşular. Və deməli, əziz həmvətənlərim, biraz haşiyədən kənara çıxım deyim ki, Vidadi bəy dedi, məsələn, Məhəmməd Mirzəlini məsələn bıçaqlayıb, ölümünə döyüblər, bıçaqlayıblar. Yəni, killer göndərməsələr də səriştəsiz killerlər, nə bilim, nayomniklər, idmançılar. Mən 8 söz deyim kimdir, əziz qardaşım Eşad. Vidadi bəy neçə illərin prokuratura işçisidir. Özü güclü prokuratura işçisidir, hər bir işçisidir. Vidadi bəy səhv eləmirəmsə KQB-yə nəzarət olub. Balaca yerə nəzarət olunub. Ona görə dedim bir dəqiqə.
Bilirsiniz, mən deməzdim ki, killeri şəxsən İlham Əliyev, Mehriban Əliyev, yox. Killeri ona girmək üçün onun ətrafı sokar eləyər, bəzi tulalar eləyər. Ola bilər. Kimin nəyinə lazım idi gəlib Məhəmməd Mirzəlini vursun, bıçaqlasın? Məhəmməd Mirzəli balıq, tıxsız balıq kimi bir şeydir. Kimin nəyinə lazım idi? Qalibdir, bütün dünya söylür. Mən deməzdim onu onlar eləsin. Amma onun rövnətlər, ziyalar. Zaten deyir rövnək elətdirib də. Yəni Məhəmməd Mirzəli də etiraf edir ki, rövnək deyir. Bunu ancaq olar. Rəşad Abdullayev işləyən. Bilirsən, kil hamı görmüşük ki, istəyir həyatda mı, və yaxud belədəmi killer kontrolünə vurur, bura. Kontrolsüz vurmaq o killerdir. Başa düşdüyündə nə demək istəyirəm də? Məhəmməd Mirzəlidən uzaq, qardaşımızdan uzaq, ora 16 dənə bıçağı neyin edirlər burada? Bu ancaq o hakimiyyətin yanındakı tulaların, oğraşların, beqeyrətlərin yalandan xox gəlməsi. Killer birinci qarından, ikinci ürəkdən, dördüncü kəllədə, üçüncü kontrolünü verir, silahı atır gedir. Bunlar, Loro dildə deyirlər, bunlar İstir Qabili, Orxanı döydülər, Məhəmməd Mirzəlini, Vidadin nə qədər. İzləmirlər, bunlar bilsən nə, pişiqozları gəlirlər. Vuran adam demirlər, qardaş səni öldürəcək. İndi deməli, əziz izləyicilər, çox üzr istəyirəm Maqsud. Deməli, mən Maqsudu təqdim eləməyə, yəni ehtiyac yoxdur. Yəni Vidadi bəy qoşuldu. Yəni nəyi demək istəyirəm Maqsud, mənim qardaşım? Yəni dünənləri mən Qabil qardaşımızın efirinə də zəng elədim. O dedi ki, bəs belə məlumat daxil olub. Deməli orada Qabildir, Məmmədovdur, sonra Manafdır, sonra mənəm, Fuaddır, bir də Məhəmməd Mirzəlidir. Deyir ki, bəs yeni dəstə gəlir 6 nəfər Gürcüstandan və keçiblər artıq Avropadadırlar. Mən də dünən efirə qoşuldum, Qabil Məmmədovun efirinə qoşuldum. Və dedim ki, sabah yox birisi gün, ayın 11-də mən gedirəm Fransaya da qardaş. O Qazaxda bir polis rəisi var, Skot ədalət. Bu Skotu görsünüz. Mən də olmuşam Skot Elşad. Sabahları bunları götürürəm Skot Elşad. O şimdi diktator ailənin də şəklini götürürəm. Əziz killer qardaşlarım, əziyyət çəkib gəlmişsiniz. Mən olsaydım yerə bilirsən neyin yardım Elşad? Hə. Həmin onu, valla açıq efirdən deyirəm, o şəklin birini Platnı məktubla prezident aparatına göndərərdi. İlham Əliyevə göndərərdi. Çatmır axı. Fuad Ələsgərov oradan atacaq qara kassaya ki, debil İlhamın xəbəri olmasın. İş onda da aldı, almadı. Mən göndərərdim şəxsən. Fuad Ələsgərov ki, bizim aksiyalardan xəbəri yoxdur ki, birinci aksiyanı məhz Fuad Ələsgərova görə eləmişdim, mənim qardaşım. Prezident aparatında polisə korrupsiya nəzarət eləyən. Bu günləri Elşad bəy. Elşad bəy. İşdirəm. Onu gəldi. Mən deyərdim ki, bugünkü gün bəlkə də bu hakimiyyət istəyir ki, mən bloger deyiləm, mən səni də bloger tanımıram. Vidadi İskəndərin də mən bloger tanımıram. Çünki o hüquq müdafiəçisidir. Cavanlar Qabil Məmmədov, Orxan, Süleyman, mən onları Məhəmməd, onlar blogerlər, hər gün çıxışlar ilə. Bir söz deyim. İmaməddin, bəli, bizim blogerlərimiz özü yaxşı. Mən Fuadı da bloger tanımıram. Fuad ağay tarixi bu blogerdir. Açıq demək lazım. Bir söz deyim sənə, qardaş. Bugünkü gün hakimiyyət özü istəyir ki, onları da təhqir eləsinlər. Göstərsin ki, Avropaya bax, ağız yüz ana bacı məndə qoymurlar. Allah bu səmimidir, bunlar istəyirlər. Demokratiyadır da. Mən qardaşım, Vidadi bəy çox gözəl söz dedi də. Deyir ki, yəni özünə hörmət eləyən adam buna, yəni nəyə görə də, bilirsən nəyə görəsi var da, qardaş, sən iş adamı olmuşsan, indi mənə iş adamı deyirlər, mən iş adamı olmamışam da, mənim 70 nə evim olub, onu da əlimdən alırlar. İş adamı sənsən. İndi adam çıxıb iş adamı, deyirlər, ha, iş adamı. Mənim iş adamı zat deyirəm, qardaş. Sən bloger də deyirsən, əziz qardaşım. Bloger deyirəm, yəni bloger qardaşlar sağ olsun, mənə çox böyük dəstək verirlər. Bu həyat məcbur eləyib ki, indi efir açırıq, dərdimizi paylaşırıq, deyirik, danışırıq. Elə bir ki, çayxanadayıq da Bakıdan qovublar, gəlib oturmuşuq.
birimiz Ukraynada, birimiz İsveçrədə belə çayxana söhbəti eləyirik. Onsuz da millət də bizə qulaq asır, vaxt öldürürlər. Meydanlara çıxan yox, bir şey haqqını tələb eləyən yox. Qardaş. Elə hamımız danışırıq da, elə Qabil özü 7-24 danışır, yazır. Belə hamı çatda qəhrəman mən deməzdim sən Qabil çayxana istəyir Orxanı, çayxana söhbət edirsiniz. Qətiyyən yox istəyir falan. Mən özümüzdən deyirəm, bizdən yəni onlar bilirəm. Mən bir söz deyim əziz qardaşım. Lezvalayırlar, çağırış eləyirlər. Gəl mən sənə bir şey göstərim. Keçən dəfə həftənin 5-ci günü mən Orxan Ağayevin verilişində və sənin verilişində paşda ondan danışdım. Üzümü tutdum Vilayət Eyvazova. Dedim ki, Vilayət Eyvazı, bu narkomaniya baş alıb gedir. Yanımıza gəlir də yəqin ki, sizin və izləyicilər. Dedim Sumqayıtda, Vtaroy Xribtovidə, hətta qayıtda dedim ki, Sumqayıtda ana, bacı, nəvə mebelin fabrikində anda cəmaatı şüşə ilə bədbəxt eləyib. Uşa da şüşəni gəlib qolundan belə vururlar və bunun dalında dayanıb şəxsən banditizm et, Sumqayıtın rəisi də buna baxa bilmir. Bu günləri, mən sizə onu göstərəcəm, əziz qardaşım. Bu günləri, dünənləri, bizim o çıxışımızdan sonra ananı, qızı, nəvəni həbs elədi Sumqayıt, Bakı apardı. Açıq aydın bu gün bunu mən buradan üzümü tuturam, ay Vilayət Eyvazı. Sağ ol, bunu elədin. Niyə görə gərək biz deyəydik bunu eləyəsən? Bax, ananı, qızı, nəvəni, 3 qadın xeylağı, Sumqayıt cəmaatını zəhəryanı tutdular. Halbuki, sən bilmirdin ki, Sumqayıtda mebelini, mağazində, açıq aydın, tap-tap mal bıraxırlar. Özə bilsənizə, promoy qolu çıxardırsan belə, qola vururlar, da çetmet vermirlər. Bax, dünənləri mənə Sumqayıtdan şəkillər atdılar ki, bütün Sumqayıtı o məhəlləyə girib çıxanı hamını apardılar. Hamını apardılar. Bu, sənin, mənim, belə götürək, Qabilin, Orxanın, İstər Süleymanın, bu bizim bugünkü gün bu danışdığımızdır, əziz qardaşım. Bilirəm, Maksud, mənim qardaşım, mən onu bilirəm. Mən deməli, Şirvan şəhərindən bir dənə video paylaşdım. Bütün blogerlər sağ olsun, hər öz kanalında paylaşdı onu. Deməli, onu mənə göndərən adam qayıtdı ki, səhərsi gün, qardaş, 5 maşın gəliblər, 5 maşın. Blogerləri üçü kimi izləyirlər, başa düşdün, sağ olsunlar. Blogerlər böyük iş görür. Mən onlara demirəm, mən kimizdən deyirəm ki, biz yetim oturmuşuq burada, bloger deyirik. Nə o yanlıq Yox, bunlar sözüm, o qardaşlar... Onu deyirəm ki, izləyirlər, Türkü kimi 5 maşın gəliblər, hansı ki Şirvan şəhərində, bir kənddə, qəsəbədə 4000 əhali yaşayır, qardaş. Bir dənə zibil yeşiyi yoxdur, bir dənə dayanacaq yoxdur və həmin video yayılan günün səhərsi gediblər ora 5 maşın. İcra da gedib, polis rəisi də gedib, bələdiyyə də gedib, kənd soveti də gedib. O şimdi deyiblər ki, sabahları məsələ həll edirik. 4000 əhalisi olan yerə gətirib 8 dənə zibil yeşiyi qoyublar. Üstünə də yazıblar ki, təmiz salyan. Bu ilə də məsələni güya bağladılar. Başa düşsən, hər şeyi izləyirlər. İndi sən onu demirsən efirdən, görsən gedib izləyiblər. Yəni tutublar, həbs ediblər, bəyənilsin. Amma bax, indi mən buradan səslənirəm də. İndi bunlar balaca bir şeylərdir də. Yəni, nə bilim, narkodillerlərdir də bunlar. Yaxşı, bəs bütün efirlərdə getdi ki, mən demişəm ki, İmişlidə şəkər zavodunda narkotik satırlar İmişlidə. Belə Vilayət Eyvazov özünə belə inanırsa, şəkər zavodunun vursunda, həmin o Yezidi Abdülbari Gözəli vursunda, şəkər zavodunu, hansı ki, şəkər zavodunda narkotik istehsal edir. Sıradan bir narkoman, bir, nə bilim, çətə başını tutub salmaqla diyor ki, narkotikin başında hamımız bilirik ki... Onlar düz bir ildir... Polisi diyanır. Eşad bəy, bir ildir o ana, qız, nəvə mal bıraxırlar. Bir ildir Sumqayıtın rəisinin, upravleniyanın rəisinin başı üçündə onu tutsunlar. Sırf Paçinon idilər banditizmə. Mən bunu, indi nə olsun, mənim malvuran da dostum var. Mənim yaxşı olan da dostum var, mənim sənin kimi qardaşım da var. İş onda diyor ki, mənə mal vuranlar deyirlər ki, ay Maksud, bu şey kreditə verirlər, tap-tap, evi daşıdıq hər şeyi də. Bu xəstəlikdir, sən də şəhərdə bölmüsən mikrorayonda, mən Yasamal, Kubinka, Sovetski orada. Mənə
Malvuran zəng edib ağlayırdı ki, ikimizin canı üçün deyirəm, nə olar bunu efirdə işıqlandır. Həm ailəm dağılır. Dağılıb da bəd. Onun elə venası deşiyi vurduran Allah bəlasını versin. Vena deşilməsin. Vena deşildisə bunun dalı gedir. Kim ki deyir, mən qutardım, mən inanmıram. Bu maldan qutarmaq ancaq o adam ola bilər ki, sila volya onda doğrudan da mənni qürur böyük olsun. Retq olub, mal vuran tükürsün. Çox var, amma çox retq olub. Mən o 2 dənə mənə narkoman zəng elədi ki, nə olar, qurban olun, vuram zəng elədi, Eşat, haqqı salaman da olsun. Dedi, mənə kömək elə də, mənə kömək elə, istəmirəm. Evdə o qalıb ki, arvadın şubasını oğramaq istəyirəm. 2 dəfə Orxanın verişində bir 10 dəqiqə danışdım və sizin verişdə vilayət eyvazı. Niyə görə bir ildir? İndi bu, sən düz deyirsən, bu hərəkət və malades. Amma bir ilin içində sən gör, nə qədər oğlanların venası deşildi. Nə qədər balalarımız piskinə düşdü. Bunu bilmirdi. Gəl indi belə danışaq. Vtaro Xriptovidə qaldı vilayət eyvazı. Orada da mənə bizim məhəllədən aşağıdır. Mən Çitot Xriptovida oldum. Orada da eşitmişəm ki, təzə bir dənə açılıb. Biz arvadlar pareqalıq edirlər. Bu harda görür ki, qabaq biz nə işə alırdıq, indiyə kimi yadıma düşür. Karifikası 7 manada Papanin idi. Gedirdik Papaninə, bir təhər alırdı. Şimdi arvadlar pareq olurlar. Bu nə deməkdir? İnşallah, niyə görə mən bunu dedim? Sənin, bloger qardaşlarımın, mən də elə temalardan danışıram ki, mənim bu oturumu ləğv elədilər, bu dəqiqə məni yaxtarırlar. Mən deyə bilərəm ki, mənim çox dostlarım var. İstəyir dövlət təhlükəsizliyində, istəyir emniyyə, bütün strukturda da, şəhərdə olmuşam da, deməli, mənə zəng ediblər ki, bu dəqiqə Əlin Ağayevdəki kimi bir dənə maksudu gətirin mənim yanıma. Mən də niyə görə? Onun səs yazısını qoydum və həmin kişiyə gör, bu bizim qələbədir. Yadıma gəlib bir kişini çıxartdıq ha bura, 200.000 oğlunun söhbətinə də. Yadıma gəlir, oğlunu öldürmüşdülər, Əlin Ağayevin səsini qoydum. Bax, əziz qardaşım, mən indi sənə bir şey göndərmək istəyirəm. O kişi 4 ildir barbar bağırır, 4 ildir barbar bağırır. Qardaşım, görsən mən də göndərəcəm. Deməli, bu kişi 4 ildir bağırır, bunu səsinə hay verən yoxdur. Mən ona görə dedim, əzizlər, nə problemimiz var, nə olsun bura 100 adam baxır. İş onda deyil, 10.000 adam baxsın. Amma qoy 100 adamımız baxsın, 100 adamın ikisinin problemini həll eləyək. Mən ona görə Elşad qardaş sənə deyirdim ki, Mağara TV zaman, vaxt gələcək, Mağara TV necə Hüseyin TV kimi, necə Pas TV kimi reytingli Kanal 13 qardaşımız Anar, onun efiri kimi inan, mən qabağı həmişə görüb deyirəm də, reyting olacaq ki, sən cəmaatla mütəmadə, cəmaatla, nə sən siyasətçisən, nə mən siyasətçiyəm. Ya belə danışaq da, Elşad, razı ol, biz siyasətçi deyilik, mən heç siyasətçi olmaq belə istəmərəm, mənlik deyil. Amma yeri gələ, handa bir, mən dünən gecə bir sənin nə ağlıma girdi, Elşad, amma deyim, əzizlər, deyim, gülmüyün. Elşad, sən də bilirəm, güləcəksin, amma gülməyirəm. Mən Ukraynadan çıxsam, gör sənə nə deyirəm. Və burada bunun anonsunu bu ilk dəfə, biz ki, səni çox istəyirəm. Biz qısa gün, o birisi də qardaşlarımızdır, mən səni nə deyirəm, çox istəyirəm. İş adamısan, hara fırlat iş adamı, pul qazanan olmuşsan, ay bırak, ya belə danışaq da. Pul qazanan olmuşsan, pul qazanan ki, sözü tutur. Mən bunu sənin efirində ilk dəfə deyirəm, əgər mən Ukraynadan çıxsam, inan, gör sənə deyirəm, gülmə və əzizlər, bu mənim səmimi sözümdür. Mən öz prezidentliyimi verəcəm namizəd və mən xalqı qaldıracam. Səndə aratırlıq var da, səndə aratırlıq var. Mən sənə deyirəm ki, məndə həm aratırlıq var. Mən şəxsən buradan açıq aydın İlham Əliyev, əgər mən bu dövlətdən başqa dövlətə gəlsəm, mən əminəm ki, mən Azərbaycan xalqını qaldıracam, mən bu diktator rejimini devirəcəm, mən öz gücümə, öz potensial gücümə əminəm, hər şey pulla ölçülmür və mən şəxsən bugün ayın 10-u, iyun, düzdürmü? İyundur. Mən Mağara TV-dən şəxsən bəyan edirəm ki, inşallah mən öz prezidentliyimi qabağız verəcəm ki, mən Azərbaycan xalqını, çünki nə görə? Kommersant xalqını dolandıra bilər, siyasətçi yox.
Mən bir daha bunu deyə bilərəm. Siyasətçi baş nazirin yeridir ki, idarə eləsin. Amma prezidenti köhnə vaxtı Çexavşiklər hamısı işçiləri necə dolandırırlar. Elə belə götürək də Rəsul Quliyevi bəyənmir. Rəsul Quliyevin vaxtında Neftqarımız adının fəhlələri bilirsən necə dolanırdı. Mən Elşad qəti qərar vermişəm. Kimin xoşuna gəlir gəlsin, kimin xoşuna gəlmir gəlməsin. Mən şəxsən gəlmə qardaş. Rəsul Quliyev kimi adam bizə lazımdır. Rəsul Quliyev bəli öz işçilərinə yaxşı olub. Bəli, o Milli Məclisə girib çıxanda qapıda dayananlara yaxşı pul verib. Bəli, öz işçilərini doldurub. Əgər dolandırıb, əgər Rəsul Quliyev kimi olacaqsansa, xalqı gəlib yox, mən olarsınız, mən dinin düz vaxtından mənim bir əliyim kasıbların üstündə olub. Mən bunu deməklə deyil, Allah bilir. Heç demək də istəmirəm bunu. Mən 3-cü kərəm deməyişəm. Mən öz prezidentliyimi açıq aydın namizədliyimi kimə bu xoşdur, kimə mey xoşdur, özü bilər. Və qoy 30 il, 25 il, 5 il, 2 il, 3 il danışanlar görsün ki, xalqı necə qaldırmaq və xalqa necə potensial Avropadan, Amerikadan dəstək almaq lazımdır. İnşallah. Mən bunu bugün çox fikirləşdim. Məndən artıq da ki, İlham Əliyev. Nəyindən artıq? İnşallah. Heç nəyimdən artıq ola bilməz, ancaq pulu məndən artıq ola bilər. İstəyir İngilis dilindən tutmuş, istəyir Rus dilindən tutmuş, istəyir dövlətləri, onlar dövlətin hesabına gəzirlərsə, mən 50 yaşına kimi başlı dünyanın yarısını cibimin hesabına gəzmişəm. Ona görə inşallah, sağlıq olsun. Bu söhbətləri qoyduq qırağa, indi keçək deməli, mənə 2 dənə video atmışdılar. Bizim millət elə bir pandemiyanı, əziz qardaşım, birinci. Futbola görə pandemiyanın dərəcəsi aşağı düşüb. Sabahları futboldu deyirlər. Ona görə pandemiya yoxdur. İndi orada qucaqlaşacaqlar, qışqıracaqlar. Futboldur da. Ona görə deyir pandemiya ilə deyir müqavilə bağlayıblar. Pandemiya yola verəndən sonra, futboldan sonra deyir düzələcəkdir pandemiya. Qardaş, mən deməli, yadıma gəlir, Bəybala var idi, oğlu. Mən bilsən niyə görə deyirəm ki, hələ belə demək lazımdır öyle. Bax, biri çıxır indi efirdən desin, sən nömrələri qoy ora və moderatorları bir də salamlar deyilən qoy nömrələri qoysun. Qoy problemini desin, görsün ki, onun problemini dağılıysa, səninlə mən öyrənək zəli də bir yatdıq, qanlı soğuruq, yerini yetişdiririk. Bir şey ki, doğrudan da bu bizim, mən deyərəm, qələbədir də. Nə olsun, veriblər xarici şöbəyə prokuraturadan Əli Nağıyevin söhbətini. Bax, mən qoyacam o kişinin danışığını, o bir dəqiqəliydi. Bunu qələbəmizdir. Sənin efir və axırıncı kərəm bu kişini çıxartdı. Oğlunu öldürmüşlər 200 minə bax. Bu günləri çəkilib. Qoy səsini verib. Bu doğrudan da Elşad. Buradan cənab prezident sizə səslənirəm, sizə müraciət edirəm. Bir daha bildirmək istəyirəm ki, sizə ünvanlandığımız məktublar təkrar olaraq sizdən gizlədilir. Müraciətlər baxılmır. Mən bu günləri prezident aparatına zəng elədim. Mənə bildirdilər ki, mənim yazdığım şikayət ərizəsi baxılması üçün baş prokurorluğa göndərilmiş. Baş prokurorluğa getdim. Baş prokurorluğa bildirdilər ki, həmin şikayət ərizəsi Kamran Əliyev tərəfindən Beynəlxalq Əlaqələr şöbəsinə yönləndirilmişdir. Beynəlxalq Əlaqələr şöbəsinin işçisi ilə görüşdüm. Adamlar da dedi ki, həqiqətən də çox gülməli bir haldır, amma niyə bilərik ki, baş prokuror bunu bizə göndərmiş. Beynəlxalq şöbə araşdırma şöbəsi deyil və alınmış rüşvət Azərbaycanda alınmış və mən Azərbaycan vətəndaşı olduğum bir halda niyə görə baş prokuror bunu beynəlxalq şöbəyə göndərir? Mən Bəybala kişi deyirəm ki, Bəybala kişi, əgər bugünkü gün bizim çıxışlardan sonra səs verirsə, baş prokurorluq əgər bu işi oyadıb beynəlxalq şöbəyə ötürübsə, inşallah gələn çıxışlara, gələn deyəndə 6-cı günə sizi promoy dəvət edəcəm Elşadla, qardaşımla mağaraya TV. Mağarada bunlara Süleymanın pazı ilə paz vurasan ki, səməni birdən bitmir. Səmənli həmişə qoyuruq, düzəlir. Sizin işiniz
dalıyca arxası isə biz gedəcəyik. Deməli, əziz mənim qardaşım Elşad, mən siz bayaq Allah dediniz kömək olsun, amma bir dənə söz deyim də, Maksud, bir dənə söz deyim mənim qardaşım. buyur. Yəni ki, insan həmişə ümidlə yaşayır. Yəni bu hakimiyyət də çox şərəfsiz hakimiyyətdir. Və indi ağsaqqalın övladını öldürüblər, pulunu alıblar, qanını batırıblar. İndi biz də işıqlandırdıq. Yəni nə qədər lazımdır da işıqlandıracağıq. Yəni bu hakimiyyətin bir devizi var, mənim qardaşım. Yəni sən də bunu öz həyat təcrübəndən görmüsən, mən də. Bu şərəfsiz Kamran Əliyev, bax bir efiri izləyirlərsə, bilirlərsə, bax yenə də müraciət eləyirəm və xəbərdarlıq eləyirəm də. Bax mən məsələn 2 evim alınmışdı. Məni Kamran Əliyev korrupsiya generalı olanda şəxsən məni qəbul edib qardaş. İndi mən sabah video çəkəcəm də o tualetlərə, veterlərə vuracam və deyəcəm ki, bunun səbəbkarı Kamran Əliyevdir. Kamran Əliyev korrupsiya generalı olanda məni haqlı sayır. Və bu günləri həmin dəyyus, quldur Kamran Əliyev baş prokurordur. Və bu adam şəhidləri qəbul elədi. Milli Məclisin qarşısına getmişdi şəhid ailələri, itkin valideynlər. Orada polislər şərəfsizlik elədi. Şəhid ailələrinə, övladları itmiş ataları, anaları itələdilər, şəkilləri qırdılar. Və sonra məhz Kamran Əliyev çıxdı onların qarşısına və onları sakitləşdirmək üçün. Elə bir ki, bunlar... Sən başa düşmürsən, Elşad, üz istəmə. Kamran kimdir ki? Ay qardaşım. Bəs onu deyirəm də, İndi deyir ki, Kamran Əliyev götürdü, göndərdi. Hələ boş şeydir. Bunlar ancaq vaxt tudurlar, qardaş. Yəni deyirəm ki... Qardaş, əziz qardaşım, sən ağıllı adamsan, sən ali təhsilli adamsan. Kamran kimdir ki? Kamran kimdir ki? O ancaq elə belə xırda şərəyi verə bilər. Qlobal söhbətlərə Kamran tarixi boyu qərar verə bilməz. Qlobal söhbətlərə qərar verir Fuad Ələsgərov və İlham Əliyev. Kimdir Kamran? Olay sənə bir söz deyim. Vallahi mən belə başa düşürəm. Başlap gətirib bizim əmimiz oğlunu, dayımız oğlunu və içimizdən kimi sonra qoysalar, prezidentin sözündən keçə bilmirlər. O vaxt demokratik olar ki, Paşinyan olmasın. Üstəlik budur da. Mən burada hüquqşünasam, qanun pozuntusu görürəm. Prezident, mənə bura qoymusansa, mənə davet elə bu stolu. Hakim özü qərar verə bilər. Sən nə danışırsan? Hakim sədirdən. Bir də görsən, sən də eləmişsən, mən də eləmişəm. Bu bizi izləyicilərimiz də eləyiblər. Aparıb hakimə pul verir, zor olur. Deyən qoy bir dənə okeyi sədirdən alın. Sədirsiz adi bir hakim qərar verə bilmir. Onda sən nəsən ay hakim? Elə ki, vəkilliyi verə də. Öz başın, öz rüçqan, öz kabinetin. Bugünkü gün burada demokratiya deyilən şey yoxdur. İnşallah, inşallahlar, mən əminəm ki, qoy sənə bir söz deyim, Elşad, çox tezliklə, sən heç vaxt suyu açırsan, çaynıqı qoyursan, qoy sənə bir söz deyim, krantın altına. Bunu sən də görmüşsən, bunu mən də görmüşəm evdə də. Bu riski taraf daşımır ki, yavaş deyir, mənim Macintosh'um deyir, sənin də Macintosh'un yavaş yandı. Birdən olmur bunlar. Bunlar birdən olmur. Bilirsən, hakimiyyət bugünkü gün, incimə, mən bir söz deyəcəm, hakimiyyət bu böyük bir institutdur. Bunlar bugünkü gün Avropada zəifliyi hiss edirlər. İnan. Birliyi deyirlər, indi çıxacaq da Elşaddır, Maksuddur, Qabildir, Orxan danışdı. Bunların danışığını əgər 20 adam, əgər 30 adam çıxırsa, qoy danışsınlar da. Bunu başqa cür qəbul eləməyin. Mən yəni, səmimidir. Onlar bilirlər ki, nə deyim sənə, onlar bilirlər ki, birlik hələm yoxdur. Bizim cəmaatın ürəyində qorxu var, bizim cəmaatın ürəyində hürkü var. Hakimiyyət bunu gözəl bilir. Gözəl. Əgər hakimiyyət bilsə ki, sən görsən ki, bu günləri 1000 adam çıxdı, sabahki mitingdə 1500 adam çıxacaq, onda hakimiyyət fikirləşər ki, bunların qabağında durmaq olmayacaq. İnan mənim səmimliyimə, onda hakimiyyət, bugünkü gün hakimiyyət, sən necə bax su içirsən, bəlkə Sputnik, Temboli, bizdə də Sputnik var da, sənin su içməyəvə kimi ki, biz hələm zəifik.
Biz hələm yetişməmişik bu xalqı qaldırmağa. Amma Yetişməmişiksə və əllərində böyük maddi resurslar var, bilirsən Maksud. Yəni güclü trol orduları var. Televiziyalar əllərindədir. Avropanın, yəni lap elə İsveçrəni götürək, 100-dən çox sokarımız var. Buranın yəni yuxarı burada üzr istəyirəm, biri var. Hər yeri Yaşar pulla başa düşdün qardaş. Avropa'da özlərini demokrat kimi göstərirlər, demokratik ölkə kimi və burada bir izləyici yazıbdı, qoy onu bir dənə cavablayım. Deməli yazırlar ki, Elşad bəy Aslan Aslanova burada cavab ver. Deməli biri yazır ki, Aslan Aslanov, birinci adıva familiyava hörmət elə. Adın Aslan, familyan Aslanov. Burada deməli Aslan Aslanov yazır ki, İlhama söyməklə Avropada oturum almağa çalışmayın. Avropada və Əliyevlər şərikdir. Avropa və Əliyevlər şərikdir. Gec-tez sizi Azərbaycana təhvil verəcəklər. Bu düz. Burası düz. Yəni Avropa Əliyevlərlə Aslan Aslanov şərikdir. Onu düz deyirsən. Özünüzü yandırmayın, siyasəti öyrənin. Siyasəti öyrənin. Yaxşı. Aslan Aslanov, mən birinci buradan, yəni ki, kim söyürsə İlham Əliyevi, Mehrimanı, nə bilim, Arif Paşayevi, mən onlara haqq qazandırıram. Yəni ki, bir mənalı haqq qazandırıram. Çünki dinsizin öhdəsindən imansız gəlir. Söyürlər, əzəb edirlər. Məhəmmədi də, Qabili də, Manafı da 5-də 5-dirlər. Yəni ki, bu günləri gündəmdə elə ən böyük siyasətçi kimi onlar gedir. Yəni bu günləri DTX ən çox izlədiyi, nə bilim, Manaf niyə söyməsin ki? Üzr istəyirəm Elşad. Manaf yazıq niyə söyməsin ki? Dünənlər yox, sən gün gecə sən gəlirəm ki, danışır, deyir, Maksud valla acından ölüm xalqın indi heç nə yoxdur. Afserdir, zapasda olan afserdir, cavan oğlandır, 30 yaşı var. O, bugünkü gün niyə görə qalmalıdır adi bir evdə yeməyi olmamalıdır? Niyə? Kadrovik afserdir. Niyə görə? Sən deyənə gəlir, var, yəni bir dənə o sözü, yəni oturum almağa qaldıqda 5 ildir, Aslan Aslanov, 5 ildir mənim oturumum var İsveçrədə, 5 ildir. Mən, yəni sosial, mənə hökumət burada ev də verib, maşınım da var, araq sıra işləyirəm də, 500 manatım da olur, dövlət də mənə baxır. Yəni ki, Avropa, bəli, Əliyevlərin şərikdir, bunu yəqin ki, təzə-təzə izləyirsən bizim çıxışları. Mən hər zaman demişəm ki, İlham Əliyev İsveçrəni satın alıbdır. Yuxarı elitalarını satın alıb, 100-dən çox sokarımız var. Bunu biz hər zaman deyir, bunu biz bilirik. Yəni bilmədiyimiz bir şeyi demək lazım deyil. Yəni biz bunları bilirik. O bir dənə sənin bir dənə o sözündən razı deyirəm ki, İlhama sölməklə Avropada oturum almağa çalışmıyor. Yox, indi mən oxuyuram burada da. Oturuma görə eləyir orada. Yox, indi qoy o öz fikrini də düşünürəm. Burada bəziləri yazır ki, ay Maksud, sən pulun olanda niyə prezidentdə olmaq istəmirdin, indi qutarıb. Ay onu yazan bədbəxt. Biri var, binanın fundamenti olsun. Biri var, binanın fundamenti olmasın, sonradan görənlər olsun. Bizim elə yerişimiz də pul kimi bir şeydir. Əgər mən pula varad, sən nə bilirsən mənə nələr təklif olunur, sən nə bilirsən mənə nələr deyilir. Əgər mən bugün onlara tüpürüb, adam bezməsin, adam hərdən puldan da iyrənir. Doğrudan da puldan iyrənir. Əgər bugünkü gün tüpürüb, mən Qəşəy Qabilin, Orxanın, Süleymanın, Manafın, eləcə də Elşadın bir sözü var ki, bərdi deyə, sabah mən maşına minib gəlirəm. O mənası böyüdür. Bəlkə də qıraqdan tulalar yanıb gözləyərlər, gələnə var, bir qrantamötlə səndən uzavırdılar. Əgər bu adam boynuna, həqiqəti danışıram mən sənə, bu adam boynuna əgər bu kəfəni girib gəlir orada unitazlara bunların şəklini yapışdırırsa, mən buradan həmin İbrahim Nehrəmliyə, İbrahim Nehrəmli, sənlə bəlkə mən bir smavar çay içmişəm. Kabinetində də, dəniz qırağında da, ofisində də, bir çox yerdə, Məkkədə də. O 500 min nədir ki? Mən əminəm bugünkü gün Elşadın çıxardıb, halal pulunu istəyir də. Sizi şərləyib böhtan eləmir ki, Elşadın pulunu versin. Maksud, gör nə deyirəm, bax. And olsun Allah'a, bax. Deməmişəm, birinci dəfədir deyirəm buradan, efirdən. Əziz izləyicilərim, əziz Mağara TV izləyiciləri, əziz trollar, DTX işçiləri, prokurorluq işçiləri, prezident aparatı işçiləri, yəqin ki, buna baxacaqsınız. Yəni, bu elə belə bir verilişdir. Sabahları gedirəm,
Əliyevləri və Paşayevləri Fransanın açıqosuna vurmaq. Və efirindən deyirəm, söz verirəm. Yəni İlham Əliyev kimi söz vermirəm, amma bax kişiyanı söz verirəm. Mənim dərdim pul dərdi deyil. Mənim dərdim prinsip dərdidir. Bax buradan bizi 133 nəfər izləyir. Bir zəhmət bəyənin, paylaşın. Qoy çox adam məlumatda olsun. Mənim oturumum da var. Mənim maşınım da var. Mənim şəraitim də var. Maksud da bilir. Bunu məni tanıyanlar da tanıyır. Hamı bilir. Mənim prinsipim odur ki, bir mağara adamı, ilk məhəbbəti eşşək olan, ağzının danışığını bilməyən, saçqa salafanı ilə yiyib Bakıya 90'larda Bakıya gələn, qara naskının üstündən Ağ Vietnamka geyinən, arxasını daşla silən bir şərəfsiz, alkogolik, maşennik, dələduz, özünü tanımayan, bir qiriyyət, bir namus İbrahim Nehrəmli kimisi mənə atsın. Və mən bunu həzm eləyə bilmirəm. Və efirimdən deyirəm, əgər İbrahim Nehrəmli çıxsın efirdə ağzına 8 dənə tikiş vursun, necə ki mən ağzımı tikdim, Azərbaycanda 8 tikiş vurdum. Ağzına 8 dənə tikiş vursun, desin ki, mən ağzımı tikdim Elşada görə, Elşad zamanında ağzımı tikmişdi, haqsızlıq eləmişəm Elşada və ağzıma 8 dənə tikiş vururam. Ən şərəfsiz, ən alçaq adamam ki, hər şeyi bağlayıram, yoxa çıxıram, itirəm ha. Bir dənə çıxsın ağzına 8 dənə tikiş vursun İbrahim Nehrəmli. Benim qardaşım, bir qeyrətin qeyrətə gəlməyi güclü olur ha. Bir də gördün elədilər. Qoy deyirəm də Maksud, elə 8 dənə tikiş vursun ağzına İbrahim Nehrəmli. Mən bütün Azərbaycana sübut edeyim ki, mən Elşad, əslən Qazaxdan, Bakıda böyük, Vasmır mikrorayon uşağı, mən Elşad, İbrahim Nehrəmli sındırdım, dizlərini attım yerə, ağzına 8 dənə tikiş vurdurdum İbrahim Nehrəmlinin. Hələ biraz doyana gedib deyirəm, Həsən və Hüseyin oğlu var 2 dənə, şərəfsiz özü kimi dələduz oğlanları var. Ya da ki, oğlanlarının birinin ağzına 8 dənə tikiş vursun, o şərəfsiz bir qiriyyət İbrahim Nehrəmli. Çıxsın efirə, desin ki, Elşad, bunu mən özüm eləyənmədim, oğlumun ağzına tikdim, 8 dənə tikiş vurdum. Mən ən paslet adamam, bütün Facebook'umu bağlayıram, YouTube'umu bağlayıram, itirəm də, bilim ki, bunun ağzını cırdım, ağzına verdim də Türküm məsələ. Üzr istəyirəm hamımızdan. Ya özü, ya övladları ağzına 8 dənə tikiş vuracaq. Və yaxud da ki, o günə kimi ki, mən onu gəlib qulağını vuracaqlar, nə bilim, DTX-yə soxacaqlar, onun şeye sokacaqlar, bantizmə soxacaqlar, götünə putulka soxacaqlar, üzr istəyirəm, mənə dəxli yox deyir. Ondan ki, mənim pulumu alacaqlar, ya da mənim pulumu verəcək. Onun ağlı başına gələcək ki, mən onun şəxsən qəbulunda olmuşam Xəzər adalarında. Yanında olmuşam, amma üzünə demişəm bunu. O şərəfsiz məni yaxşı tanıyır. Demişəm ki, İbrahim Nehrəmli, mən yetim oğlanam, himayəmdə 3 dənə övladım var. Sən mənim haqqımı yiyirsən, özü də bilir də mən çocuğuyam. Güldü mənə, dedi, ged əlimdən gələni elə. Dedim ki, İbrahim Nehrəmli, bu həyatda səninlə bacardım. Bacarmadım, ahirətdə 2 əlim sənin yaxanda olacaq şərəfsiz. Dedim də çıxdım. Düzdür, şərəfsiz demədim. Yanında axranalar, DTX, MTX oturmuşlar 15-20 nəfər. Sözümü dedim, amma dedim bu həyatda aldım, almadım, ahirətdə 2 əlim sənin yaxanda olacaq. Və sabahları Kamran Əliyev deyirəm, əslində Kamran Əliyev deyil. Bu aksiyanın səbəbkarları mənim belə danışmaqlarımın 90% İbrahim Nehrəmliyə görədir. Çünki bir mağara adamı ilk məhəbbəti eşşək olan mənə zülüm edir. O və onun bacanağı Həsən 96 MTK-nın rəhbəri. Və vururlar, 130 dəfəli də vururlar. Deyəsən, hakimiyyət qorxur. Hə. 130 dəfəli də vururlar. Efiri vururlar bayaqdan burada gör. Qoy vursunlar. Mən bir daha da deyəcəm. Bağışda sözü kəsdim. Əziz izləyicilər, 140 adamdır. Mən bir daha deyirəm. Mən inciyən incisin, lağa qoyan lağa qoysun. Trollar nə istəyir yazsınlar. Əlin Ağıyev, Fuad Ələsgərov, Vilayət Eyvazov. Bu üçü, bir də ki, Kamran Əliyev, 4'ü güc strukturlardır. Fikrət Məmmədov da o ütünün rəisi. Azərbaycanı bugünkü gün bu güc strukturu saxlayır. Mən açıq aydın bu günləri deyirəm və hər verişdə də bunu deyəcəm. İstəyir siyasətçilər incisin, istəyir siyasətçilər inciməsin. Mən özümə bir dənə rəqib İlham Əliyevi görürəm. Çünki mən onu
cavanlığından tanıyıram. Və mən şəxsən bu xalqın deyirlər qabağında, mən çıxacam xalqın qabağında və mən bugündən ayın 10-u iyuldan şəxsən öz prezidentliyimi, namizədliyimi verəcəm qabağa. Bəli, siyasətçilər dəstək olarlar. Mən Amerikadan da, mən Avropadan da bu gücü istəyir maddi, istəyir mənəvi. Gücüm var, bunu da mən sakit yanmış, çox sakit yanmışdım. Deyir, qorx o adamdan ki, suyun sakit axanı, qızın yerə baxanı. Qorx o adamdan ki, sakit yanır. Əziz izləyicilər, əziz Mağara TV və bütün bu haqsızlığa görüb səsini qanununda saxlayanlar, mən sizlərə söz verirəm ki, açıq aydın deyirəm, özüm öz namizədliyimi verəcəm. Allah Əli Kərimlinin də canını sağ eləsin, Əli İnsanının da kim olmaq istəyir? Allah böyüdür. Əgər mən bu işə start verdimsə, mən öz gücümü çox tezliklə göstərəcəm. Çox tezliklə mən bunu göstərəcəm Meyşan. Çox gözəl fikirdir. Mən onu Qabil Məmmədov haqqında da demişəm ki, bax Qabil Məmmədov, onun da oratörlüğü var, onun da gözəl danışığı var. O da 7-24 efirdədir. Xalq onu sevir. Qabil bizim qardaşımız, canımız, ciyərimizdir. Mən şəxsən ona da təklif eləmişəm. Danışanda da demişəm ki, qardaş, sən Qazax toz zonasından millət vəkilliyi də ver. Sən prezidentliyə də ver. Seçilməsən də ver. Qoy sənin şəklin İlham Əliyevin şəkli ilə yanmayan getsin. Mən nəyimdən artıq ola bilər? Onun bugünkü gün Süleyman da versin. Süleyman da versin. SBB adından Süleyman da versin. Niyə də verməsin? Bəli, Süleyman kimi danışan. Qoy Süleyman da versin. İntellektual, mən deyəcəm Süleyman kimi intellektual danışıq qabiliyyəti. Mən o sözlərdən fikir verirəm. Malades, burada nə var ki? İlham Əliyev məndən artıq ola bilməz. İlham Əliyev bugünkü gün Azərbaycanı saxlayır güclə. Güc vermə, Azərbaycana pul ver, Azərbaycana hava ver, Azərbaycana yaşayış ver. Çıx Azərbaycana xalqın ortasına. Çıx onda deyərəm ki, mən yenə deyirəm, istəyir tutun məni, istəyir öldürün. Mən deyirəm, çox fikirləşdim. Bəzələr Maksudun başı gedib, yox, bu İlham Əliyevin başı getsin, mənim başım niyə gedir? Kimə də bu xoş gəlməz, siyasi arenada olanlardan. Hamısından üzböy çıxıb danışa bilərəm, bir sual verə bilərəm. Deyərlər ki, Maksud, sən neynədin xalq üçün? Mən neynədiyimi, mən elədiklərim zaman gələr, danışarlar. Amma bundan sonra, bəli, sağ olsun Qabil Məmmədov, sağ olsun Orxan, sağ olsun Süleymanı, Məhəmmədi, Turalı, Manafı, sən özün danışan olmur. Onu kim ama yalvarmaqdansa istəyir silahlı inqilab, istəyir pul gücünə inqilab. Bu xalqı qaldırmaq lazımdır. Mən bunu verim, sağlıq olsun. Əgər bunların qorxduğu da şey odur ki, deməyidilər qabaqda gedən, inşallah, mən yenə deyirəm, lazım olacaq. Biden qardaşımız da dəstək olacaq, lazım olacaq. Avropadan da... Sədar Peker nələr deyəcək? İndi bu Rövnək Abdullayevdən, mağara adamından, hansı ki vaqonlarda turba sayır, sonra iç məhəbbəti eşşək olub. Nəm eşşəyə Sibelcan deyən bəlkə də sokardan nəsə deyəcək Sədar Peker. Amma inanmıram ki xalqımız, bir dəqiqə, inanmıram ki xalqımız nə desə bir qromku bir iş desələr də xalq ayağa qalxsın. Bu günləri, yəni 2 milyonluq Rövnək Abdullayevin oğlunun saat məsələsi çıxdı, dollarlıq. Xalq olaraq biz gərək Azərbaycan xalqı... Bilirsən mən niyə görə deyirəm? Burada bir qardaş yazıb ki, hakimiyyət sizdən qorxur ki, mən o qardaşa deyərdim ki, hakimiyyət məndən qorxmur, hakimiyyət məndən üyüdür. Belə danışaq da, Ukraynaya belə götürək döyüş bölgəsidir, Elşadgil arxa cəbhədədirlər. Mən buradan vuruşuram. Bəli, bunların içindən çıxmışam. Mən bunların içində vuruşuram. Gəl öldür, əgər mənim bugünkü gün şəxsən, mən boşuna danışmırdım, mən videoları qoymuşdum, siz də görmüşsünüz, indi qoymaq istəmirəm, necə Prezident Daxili İşlər Nazirindən gəlib burada deyirlər, Maksudu ləvərinə. Bunlar məndən qorxur, mən bir daha deyirəm və hər efirə çıxanda deyəcəm, Allah hamısınca kim olar, olar. Mən nə deyirəm ki, mən özümü İlham Əliyev, sənin yervə rəqib görürəm və mən xalqımın yaxşı dolanışığıdır. Mən Azərbaycan xalqının gününü, rüzgarına o neftin deyirək ki, o Paparoza, Murad Dadaşev deyir, neft dövlətindir. Xeyr, neft
Azərbaycanın vətəndaşınındır. Hər bir neftin gəlirindən Azərbaycan vətəndaşının payı olmalıdır. Yoxsa tək mənim balam, mənim bacımın balası, mənim əmim oğlu qutardı, sağlıq olsun. Mən hər gün bunu desəm ki, demirlər, mənəm İlham Əliyev, özümü görürəm. Nədən qorxacam? Gəl vur öldür. Tut apar, yenə deyirəm, mən özümü sənə rəqib görürəm və səni özümdən artıq oğlan görmürəm. Buyur Eşat, buyur qardaş. İlham Əliyev kimdir ki, debildi də İlham Əliyev özünü. İlham Əliyev əgər özünə hörmət eləyən adam idisə, bayaq Vidadi bəy də dedi. İsveçrənin tualetlərini gəzib, sabah gedirəm Fransaya. O 6 dənə killer gəlib. Bir daha deyirəm, sabahları Bazeldən keçirəm Fransaya. Bazelin mərkəzi sərhəddindən saat 1-2 arası qara Volkswagenim var. Daşqınam Volkswagenimdə, Volkswagen Turan. Keçirəm, gəlin, alın bunları əlimdən. Yoxsa Fransada bunların başına işləyəcəklər, fransızlar. İsveçrəlilər işədilər, üzr istəyirəm ifadəmə görə. Ehtiyaclarını etdilər, səs çıxmadı. Sabahları Fransada gedəcəm və Fransada eləyəcəm. Killerlər, gəlin Mülhaut şəhərinə, Vidadi bəy orada yaşayır, yerində deyirəm. Yandırıram Vidadindəki Mülhautsa gəlin. Vidadi də orada yaşayır, mən də oraya gəlirəm. Gəlin orada ya da səfirliklərə səslənirəm, Fransa səfirliyinə. Sabahları sizin bəhbəylə başımızın arkasına qoyub İlham Əliyev, Mehriban Əliyeva, Heydər Əliyevin şəklini qoyub dələduzluq edirsiniz. Xalqın, millətin pulunu soyursunuz, talan edirsiniz. İcra başçıları, prokurorlar, polis rəisləri, nə bilim, səfirlər, nazirlər. Gəlin bu əlindən alın. Yoxsa ki, sabahları bunların başına işətdirəcəm Fransa. Mənim qardaşım, düz istəyəm sözümü kəsirəm. Zəng var Maksud, qoşum sonra. Buyur, zəngi qoş. Buyurun, Gülnarə həkimdir. Demək olar ki, Gülnarə həkim bizim elə əməkdaşımızdır da. Yəni salam da ona. Salam de Gülə xanıma. Buyurun Gülə xanım. Əsəd bəy, sizi salamlayıram Maksud bəy. Səni asılını salamlayıram, xalqı salamlayıram. Təşəkkür. Və burada mənim bir müraciətimi, sizdən böyük xahişim var və bu müraciətimi siz sağ mənim müraciətim Milli Təhlükəsizlik Naziri Əli Nağıyeva, Respublika Prokuroru General Kəmran Əliyevə, Daxili İşlər Naziri General Vilayət Eyvazova, yoldaş Prezident İlham Əliyeva və onun ailəsinə sizdən böyük bir ricam var, xahişim var. Bir televiziya kanalı açın, hamınız birləşin və çıxın bu efirə və efirdən uca səslə deyin ki, ey xalq, çıxın. Çıxın mitinqə, biz sizdən bezmişik, siz də bizdən. Biz yorulmuşuq sizi təhqir eləməkdən, siz də yorulmuşsunuz bizi təhqir eləməkdən. Bəlkə bu xalq dura ayaq üstə. Mən bu müraciət edəndə mənə deyirlər mən agentəm, mənə deyirlər mən nəyəm. Ona görə sizdən böyük bir ricam var, ey iqtidar, ey hakimiyyət, nə olar, xahiş edirəm, qurban olun, çıxın, çıxın bu televiziyaya, bu xalq sizi anlamır, bax tapdalıyız anlamır, nə bilim, söyürsüz anlamır, tutursunuz anlamır, nə edirsiniz anlamır, bax, belə götürək, bu yazıq Əli Nağıyev neynəsin, binasının qabağında miting edirlər, bədbaxt oğlu çıxıb heç kəsə toxunmur, miting edirlər, yazıq Kəmran Əliyev qaça-qaça hamınızın qabağına gəlir. Nə bilim, bizi tapdalayırlar, biz qışqırıq, söyürük, bizə dəyər toplanan yoxdur. Ona görə bir əlacı qalıb, sizdən qorxur bu xalq, xahiş eləm, 10 milyonluq xalq, 10 min nəfərdən qorxur. Çıxın, nə olar, çıxın, bu bir kanal açın. Deyin, bax, cənab prezident, siz müraciət edin ki, Azərbaycan xalqı çıx mənim canımı tutaranda. Nə olar, çıxın da xahiş edin, bu xalqın... Gülə xanım, inşallah yəqin ki, qulaq astınız, inşallah xalqın qabağına gələn oğlanlar olacaq və xalqı qaldıran olacaq və siz düz təklif edirsiniz. Bir o qalıb ki, İlham Əliyev sonra çıxın da, mən də qaçım gedim, çıxın. Quru-quru köhnə Rusdan danışmaq, quru-quru 30 il danışmaq və yaxud, çıxın. Maksud bəy, dünən mən xalqı qınıyıram. Xalq mənim qınaq mənbəyimdir, ay Maksud bəy.
Mənə dünən Hüseyin Təkər söyüş yazır. Ay Təkər, səni tapıb Təkərə salacağım tələsinə. Kimdir ki? Yazdığın söyüşə görə. Qoy yazsın da Gülə. Ay Gülə, doktor. Mən ölürəm sizin. Mən Mən xalqımı sevirəm, mənə sevmək lazım deyil. Günləri xanım, Günləri xanım. Sizi sürümürlər. Display arkasında oturup klaviatura işletməklə deyil. Bəli, bugün mən heç bir iktidarı qınamıram. Mənim qınaq mənbəyim içi mən qaçıq xalqdır. Başqa heç kəs deyil, xoşunuza gəlir, xoş gəlir. Bəli, xalqdır, bəli, dəstəkləyir. Xalqdır. Xalq bir olmadıqca sağlam olmaqsa, xalq bir olmadıqca bunlar bu Yezidi Kürd erməni yap hakimiyyəti minib çapacaqdır, sərvətimizi də tamam Gülə eləyəcək. xanımı Elşad bəy, efirdən ayırmayın, o Bakıdadır da. Gülə xanım, ayın 10-undan eşitdiyimə görə bu gündən bütün Bakının molları, mən sizə bu sualı şəxsən sizə ərmağan eləyirəm. Bakının bütün molları və bütün böyük obyektlər açıldı. Amma yox, mən Elşad, kodunu balaca verib alacam. Mən sizə dünən dedim. Hakimiyyətin balaları, Akasya bir həftə bundan qabaq, bizim bu sağ olsun o uşaqlara mənim də hörmətim var. 2 dənə meyxana deyənlər disko klublarda nə oyun çıxardırlar. Mən başqa yerdən götürmürəm. Mən ona görə dedim 1 saniyəlik qoyacam ki, Azərbaycan klublarından. Bir həftə bundan qabaq görüntülərdir. Bir dəqiqə baxın ki, sən deməklə bayaqdır koronavirus da qardaşımız. İndi oğlandı, qızdı bilmirəm, məncə qardaşımız olar da. Koronavirus bıratımız İlhamla doqor eləyib. Deyir, lazım olanda mən gələcəyəm, qalxacağım, 3000'ə bağlayacağım, miting. Kasıbların qənimi koronavirus, hə? Bir dəqiqə. Bir dəqiqə Günari xan, bir dəqiqə. Bax, Gülara xan. Hakimiyyətin balaları Bakının gecə klubudur bu. Azərbaycandır, o bu deyil. Bir həftə bundan qabaq. Bir daha Leyla Yevan'da şəkilli göstərsinlər orada. Mən də itirəcəm bunu. Ne var bu gece klubu bakın ha orada yazdım Bakı klub. Bu Leyla Yevan'ın klubudur. Millet orada görünen oyun çağırdı. Burada ne var ki? Boy göstersinler bu halk. Bunlara olar da, bunlara kayf edin. Hal əhlidir də, bunlara olar kayf eləsinlər. O millet görünə gəlir ya bura. Kayfuyum bilin. İlham Əliyev. Mən dünən çox səhərə kimi yatdımsa mənim kişiliyimə tüpürsünlər. Özümü mənə rəqib bil. Nə Əli Kərimini, nə Əlin, ya özümü öldürəcəm, girib Bakıda o binanın başından atacam. Ya da özümü mənə rəqib bil. Mənim xalqımı, mən niyə görə Bərmən Vidal İskəndərli tez getdi. Qoy Günləri Həkim sözünü desin, efirdən ayıraq, sonra söhbət edin. Buyur. Mahsud bəy, sizə səs verənlərin biri mən olacağım. Burada bu yazıların altında var. Zəhra xanım, mən sizi çox sevirəm. Siz mənə sizi o qədər sevirəm ki, belə dəli divanə olub Azərbaycan Respublikasında gəzirəm, sizi axtarıram. Yəni bir bura sevgi, çox istəmə, çıxın da, məni sevməyən mənim kimi çıx. Üzüyü də göstər, səsini də göstər. İnandırıram ki, o iqtidar var, mənim kimisləri sevir. O display arxasındakı mışşonıqları özləri axtarırlar. Məni daha axtarmayacaqlar, biləcəklər ki, baş gedib, fazla keçib. Qaldı. Mən sizə yazıqsınız, bəsdir, qışqırın, bu xalqa xeyri yoxdur. Faringit, laringit tutacaqdır, belə boğaz başla tutulacaq. Deyir o dini kino var, Məhəmməd Peyğəmbərimiz haqqında İmam Əmlimiz gəlir, xristiyanların mənbəyində gibi bu çerkvində gizlənməyə. Deyir, sizlə bizim aramızda bir cüz var. Eyni məqsəddəyik, amma başqa bir formada izah edirik. İndi inandırın ki, bu iktidarla sizlerin arasında bir cüz var. Bu iktidar getmək istəyir, xalqı bırakmaq istəyir, siz də xalqa adamlığa çıxartmaq istəyirsiniz. Düz deyir də, vallah belə danışaq 60'a yaxın partiya var. Niyə bir çıxmırsınız bu
Qabil, Süleyman, Orxan, elə Eyşad, Manaf bar bağırırlar. Niyə biri çıxmırsa 60 partiya? Niyə? Kimi tutdular bu? Teşekkür ederim Gülnare. Sağ ol. Gülnare hanım. Teşekkür. Sağ ol. O da ki bu xalq özü öz içində rekonstruksiyanı aparmadı, özü ilə mübarizə aparmasa, özünü irəli çəkməsə heç kəs gözləmir. Bəli, biz birlik zamanıdır. Teşekkür ederim. Sağ olun, var olun. Sağ olun. Əziz xalqım, çox da düz deyir, Bakıdan zəng eləyir. Demək olar ki, bütün blogerlərin efirindən qoşulur. Şuuraltı zarafatcan sözünü deyir, yəni hərə bir qəbul eləyir. Amma mən çox gözəl başa düşürəm. Çox da qəşəng deyir. Günah bizim özümüzdədir, xalqdadır. Bir də prezident və ailəsinə o qalıb ki, ay xalq, durun ayağa da, biz sizi bu qədər talan eləyirik. Biz ölkədən milyardlar çıxardırıq. Bizim övladlarımızın, nəvələrimizin, bütün qohum əqrəbələrimizin, salam verənimizin, bağbanımızın, axranalarımızın, məmurlarımızın top dağıtmaz sərvəti var. Xalq azından ölür, nə vaxt qalxacaq? Bir dənə o qalıb ki, çıxsın efirdən İlham Əliyev desin ki, qardaş, əgər cəmaatı avtobuslara mindirib, aparıb qıraqlara düşürdürlərsə, bu o deməkdir ki, ya bir dəfəlik çıxır, ya da çıxmayın da. Nədir? Mən bunu belə başa düşürəm. Cəmaatın, mən belə deyərdim, mən öz fikrimi deyirəm, buradan İlham Əliyevə deyirəm, yəni eşi, uşaq pulunu tezbazar ver cəmaata. Bu Qarabağ söhbəti, ay utdum, qələbə, şadlıq, ora boşdur, bu fuflo söhbətdir. Cəmaat 6 ay inanır ki, Qarabağ əgər bizimdirsə, Rus orada nə gəzir? Uşaq pulu bir, Qarabağı lazımdır. 3-cü al, əf elə girən ki, Avropadakilər gəlməsinlər. Kim ki istəyirsə, görə Yaşar bəy, bəlkə bizə də zəng olub. Alo. Alo. Bəli. Axşamınız xeyir. Bir dəqiqə, canlı yayımdır, bir dəqiqə. Buyur, eşidirəm sizi. Buyurun, eşidirəm. Buyurun. Şad qardaşda salamlayıram milləti də. Buyurun. Maşud qardaşımın vaxtını çox almayacaq. Buyurun. Bugün orada Qabil'in verildi. Qabil orada deyir ki, yazın ki, kim prezident olacaq? Əli Kərimli, Əli İnsanov, Mübariz Məsum. Mən də oraya yazmışam ki, prezident olacaq blogerlər. İndi sizi təbrik edirəm, namizədliyinizi verdiniz, mən də sizə səs verdim. Çox sağ ol. Mən şəxsən Allah Mübariz Mənsimovun da canını sağ eləsin, işinə fərəc versin ki, bu xainlərdən canı qutardı. Əli İnsanovun da, Əli Kərimin də. Mən onlara dəstəyəm. Amma mən özümü İlham Əliyevə potensial bir rəqib görürəm. Mən bunu nə boşuna deyirəm, mən bunu nə elə-belə deyirəm. Şəxsən mən, istəyir məni tutsa da, öldürsə də, mən özümü o posta layiq görürəm və bilirəm ki, mən dədə hesabına qazanmamışam və xalqımı bu bəladan qutara bilərəm. Sonra baş bilənə verərəm. Gəl, mən tacir babayam, gəl otur gələn. Mən şəxsən bugünkü gün öz namizədliyimi deyirəm, mən açıq aydın özümü bir potensial kimi görürəm. Mən özümü hazırlıqlı görürəm prezidentliyə. Mən nə olsun siyasətçi deyirəm. Mənim səsim efirə gedir. Bəli, gedir. Bəli, bəli. Mən gənə sənə deyirəm. O 60 partiyadan sən saydığın adamlara heç kimin ümidi yoxdur. Xalqın ümidi blogerlərə. Çatdıyı bitirir. Bəli. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Bəlkə də kimsə deyər Maqsud Mahmudov. Yox, özdə mən bunu görün, haçan deyirəm. Mənim, deməli, bunlar özünü mənə rəqib görürlər ki, bu boyda Avropada, mən sizə göstərə bilərəm, bax cibimdədir, əziz qardaşlar, Avropada bu boyda oturub, mənə oturub vermişdilər. Baxın, yeganə mənəm ki, ali məhkəmədən oturumu ləğv elədilər. Bu, bəlkə bugünkü günə kimi, baxın, baba, bu da sud. Bugünkü gün tarixi görünməyən şeydir ki,
Deməli qorxur da, mən özdə potensialı görür. Bu boyda siyasi adamlardan bir dənə mənim oturumumu ləğv edir. Əcəb elədir. Bax, bu da mənim Doviddə oturumum idi, vermişlər. Almışdım mən oturum. Mən şəxsən deyirəm ki, İlham Əliyev, istəyirsən məni tut, istəyirsən məni apar. Mən o prezidentliyə öz namizədliyimi verib və mən öz səsimi orada qazandıracağım və mən bu Azərbaycan xalqını işıqlı gələcəyə aparacağım. Mən buna əminəm. Özüm kimi əminəm. Bilirsən, niyə İlham Əliyev? Çünki mən uşaqlıqdan, 18 yaşından Ukraynadan tutmuş bütün postsovet, bütün Avropadan tacir olmuşam. Tacirin ürəyi xain olmur. Həmişə tacir xalqın içində olur. Niyə də Allah olmalıdır? Sual verim də, o da ilk sualı mən sənə verim də. Buyur. Sən inşallah prezident olsun. İnşallah. Bəli, inşallah. Olacaq. İlk işin nə olacaq? Bax, ilk işin nə olacaq? Prezident kürsüsünə Mən bir dənə onu eləyərəm ki, inan, mən bir dənə prezident olsam, yüz üstə, bir dənə bax, Allah haqqı. Bu mən həmişə mənim arzum olub. Birinci, normaya uyğun çörək havayı olsun. Necə Türkmənistanda bir ara eləmişlər. İkinci, pensiya yaşına çatanların işığı, suyu, qaz pulu havayı olsun. Bu bizdən çıxır da. Arkadaş, erməni kilisəsinə qaz verə bilərsən, pensiyonerin evinə qaz verə bilmərsən havayı. Bəlkə səhv danışıram. Mən belə fikirləşdim ki, sən birinci deyəcəksən ki, mən Azərbaycanı Yezidi Kürdlərdən və erməni Oraya gələndən sonra Yezidi Kürdün bir-bir hamısının başı kəsiləcək. Ona işitdim mən. Onların bütün əmlakları, bütün o MTK-ları veriləcək şəhid ailələrinə, qazilərə. Qardaş, bir dəqiqə. Bilirsən, ən birinci növbədə şəhid ailələrinin də ağsaqqalları var. Adı Mirni Cama. Ən birinci növbədə bunu mən belə görürəm. Pensiya yaşını stabil qadınlarda, kişilərdə 60 və 60-dan o yana işıq pulu, pensiya yaşına çatanlardan işıq pulu, qaz pulu, su pulu olmamalıdır. Bu bizdə çıxır. Biz əgər bu qədər nefti satırıqsa bu boyda, bunun pulu ilə dolandırmaq olar da, qardaş, Azərbaycanı belə yox, belə dolandırmaq olar. Niyə olmur? Valla, mən bir nəfərlə danışdım, adını çəkməyəcəm. Çox ziyalı insandır, hörmətini saxladığım adamdır. O mənə dedi ki, Elşad, Azərbaycanda nefti qoyaq bir kənara. Sadəcə gömrük sistemini yarada bilsək, şərq və qərb qapıları bizdədir. Qarabağı azad edib tam. Gömrük sistemini yarada bilsək, bizə o gömrük sistemindən gələn pulu, yəni neft lazımdır da. Yəni o gömrük sistemini stabil yarada bilsək, xalqa işləsə, o gömrükdən gələn rüsumla Azərbaycan xalqı bəy balası kimi yaşayır. Amma bu günləri gömrük sistemi bir qrup dələduz Nehrəmlinin əlindədir. Oranı özəlləşdiriblər. Eşad bəy, öz sualımıza özünüz də cavab verdiniz. Dediniz, mən gözləyərəm ki, şəhidlərin, bizim bugün Allah şəhidlərimizə qəni-qəni, qazilərimizə Allah şəfa versin. Bizim respublika hamısı şəhiddir bugün. Bəli. Bugünkü gün Azərbaycanın hər bir vətəndaşı şəhiddir. Əgər bugünkü gün balasının qarnını doyuzdura bilməyən, valla torpağımızdır, Qarabağ bizim də aldıq, sağ ol. Aldıq da Qarabağ, aldıq bizim sağ ol. Bəs evlərdə nə qədər bugünkü gün ac yalavac cavanlar var, ailələr var ki, boşanmalar, ailələr var ki, pul gəlmir, evdəki dedikodu oldu, ayrılmalar. Bax, bizim Azərbaycan bugün hamısı şəhiddir. Bizim bütün Azərbaycan şəhiddir, qardaş. Soyqırım edirlər. Mən bunu, bax, neft var, qazımız var, suyumuz var. Niyə görə? Türkmənistan kimi bəyənmirik Türkməni. Çayı Xəzər batayıdır. Yoxluyun. Çörəkdir, insana nə qədər palojnadır. Havayı, onda gör necə düzgünlük olar. İndi bugünkü gün bu rejim gücü verib ancaq güc strukturuna. Bu müvəqqəti olan bir şeydir bu güc strukturları. İnan, hamısı boş şeydir.
Nələri görə gəldiyə, qardaş? Qabil bəy deyir, mən şəxsən bütün hər çıxışlarımda deyəcəm ki, İlham Əliyev, mən özümü o yerə görürəm. Mən xalqımı dolandıram. Nə edirsən? Sən gəl belə götür. İlham Əliyev, xalq üçün nə etmisən? Nə işin? Realitetdə nə etmisən xalq üçün? Olimpiyski komplekslər yaratmısan? Kimə lazımdır onlar? Kimə? Rallilər. Hər rayonda bir də Heydər Əliyevin heykəlini qoyub, Heydər muzeyi açıb. Olimpiyski komplekslərdə bütün rayonlarda pulla eləyibdir. Hər yerdən pul tuturlar, qardaş, hər yerdən. Belə danışaq da, qardaş, 3000 şəhid verdi. Mən baxıram Türkiyənin şəhidlərini necə hörmət qoyurlar. Bizimkara necə hörmət qoyur. Yalandan ölən günü gəldilər, biraz həyat bacanı traxdılarlar, evə qalxdılar, bir dənə bayraq verdilər, davay, sağ ol, qulay. Amma Türkiyədə bu torpağımıza görə şəhid olub da. Bir şey ki, erməni blogerləri rişxənd edir ki, sizin deyir sizə ermənilər, hakimiyyətin yarısı ermənilərdir. Hansı demokratiyadan, hansı biz yaxşı gün rüzgardan danışa bilərik, əgər Erməniyyət, çerez Gürcistan, qaz, yeri gələr, neft, yeri gələr, silah da gedir. Gəl belə danışaq da. Narkotik də gedir, ki, mən deyirəm, indi sən deyirsən ki, bizim efirdən səsləndi də bir ananı, bir qızı tutdular, nə qolunu qoyurdu, pəncərədən mal vururdu, nə şüşə satırdı. Elə tutandılarsa, geçsinlər Abdullah Bari gözəli tutsunlar da. İsmailli'də şəkər zavodunda narkotik buraxır şərəfsiz. Azərbaycanda narkotikin qiyməti 1 qramı, bir çeti 100 manatdan düşüb 30 manata. Geçsin onu tutsun da. Abdullah Bari gözəl Azərbaycanı talan eləyir. Azərbaycanın qida sektoruna nələr qatıb, nələr verir, Azərbaycan xalqı bu günə qalıb da. Qardaş, xalq ayağa qalxmır da. Nə yedizdirirlər, dimidrol verirlər, yuxu dərmanı verirlər. Qardaş, elə tutanlar, bir dənə Azərbaycanlı iş adamı yox da ki. Abdullah Bari gözəl, Yezidi Kürt gəlib Azərbaycanın qida sektorunun rəhbəri oldu. Kim olub axı bu? Qardaş, yoxdur Bakılı, yoxdur Qazaxlı, yoxdur Gəncəli, yoxdur Lənkəranlı, yoxdur nə bilim Masallılı, nə bilim Səlyanlı, nə bilim Binəqədli, Mərdəkanlı, yoxdur qardaş. Abdullah Bari gözəl kimdir axı? Bu nəyə görə İlham Əliyev hara gedir, nə bilim lento ilə açır, şəkər zavodu, nə bilim pomidor işi, teksun yağları, nə bilim nə, hər şey alıb əlinə. Ailənin köpəyidir də mənim qardaşım. Generallar hamısı test verir ona. Sərhəd qoşunları medal verir. Nə bilim gömrüyü yaxındır. Ən birinci bu verilən rütbələr var. Mən nə fikirləşəm? O rütbələr alınıb, necə bu 50-lik dərəcələrini yoxlayırlar. Bəli, içində saxta yolla da alınanlar var. Bir 10% var. Bunlar elə zırrayırlar. Halal ərinliyi olanlar da var ki, halbuki birinci qrupa layiqdir, onlara üçüncü qrup verirlər. Və bu generallar yoxlanılmalıdır. Alınmalıdır müvəqqəti əllərindən. Kim layiqdir, onlara verilməlidir. Bu boyda dövlət, nə dövlətimiz var ki, bu boyda general olar. Bu boyda general olar. Mən indi haşiyədən qırağa çıxmasa, Allah bizim bu böyük qardaşların yeraltı dünyasını belə götürək, hörmətli qardaşların canını sağ eləsin, keçənlərə Allah qəni-qəni rəhmət olsun. Gəl belə danışaq. Bu da bir dövlətdir, cinayət aləmi. Neçə dənə qanun oğrumuz var? Yıxsın. Heç 10 dənə, 15 dənə dövlət. Bu da belə, gəlin, bir ailə kimi götürək. Bu da özünə görə bir dövlətdir, prezidentlidir, nazirlidir. Bunlar idarə edə bilirlər, bəzi qlobal söhbətlər alır. Sözdə generala baxar ki, bəlkə bir mindən çox Azərbaycanda general. İta daşatırsan, yaxşısından uzaq generala deyir. Həm bir də səs yazısı yaymışdın da, Mama Mehriban Əliyev və İlhamın balında yaymışdım. Bəli, ona görə Eşar. Mama general verir filan kəsə. Zəynlə oğul deyir ki, Mama. Mən bu gündən şəxsən bütün kanallara hansına çıxsam, mən azad sözə də çıxacağım. Mən qənimətə də, mən özümü görürəm potensial rəqib. Mən sənə zarafat elə bilirsən deyirsən. Eşar, mən ikimizin canı üçün. Mən zarafat, qardaş. Azərbaycanlı döyürsən, Bakıda böyüməmişsən, qardaş. Azərbaycan vətən. Mənim bu 2 gün əgər mən
Sırf Bakılıyam, belə götürək. Mənim bugünkü gün Azərbaycanım Bakıdır. Bütün Azərbaycanımız, Bakı hamısı acından ölürük də. Demir ki, bir potensial idi. Mən dünən fikirləşdim ki, bu niyə mənə ləğv elədi? Bu boyda siyasi mühacirləri ləğv eləmədi. Özüm sorum özümə, bir-iki adamdır ki, bilirsən niyə sənə ləğv elədi? Çünki sən açılmamış bir qara kutusan, qorxurlar. Nabil Məmmədov, o veriblər məhkəməyə, yoldaşına cinayət işi açıblar, özünə cinayət işi açıblar. Amma cinayət işi məndən çoxdandır. Onun başında Ukrayna ləğv elədi, qardaşım. Bu da Almaniyadır da, daha betər. Mən gəldim ki, Qabil Məmmədovun potensial bugünkü gün, əziz qardaşım. Fuad Ağayevə cinayət məhkəməyə veriblər. Nə var, mağara adamı Rövnəyə qarşı yox, Sokarın cinayətlərini atırıb qoyun ortalığa. 4-5 dənə vəkil tutub Fuad Ağayevi məhkəməyə veriblər. Qardaş, Debil İlham Əliyev siqnal deyirsən, deyir ki, ölkə talanır da, ölkə yaman gündədir. Sənin məmurların hamısı şərəfsizdir, hamısı. Sənin təyin etdiyin bütün nazirlər, millət vəkillərin, prokurorların, icra başçıları hamısı şərəfsizdir, quldurdur. Və bu günləri hansı nazirlik, millət vəkilliyi, icra başçısını vurmaq istəsən, məlum olur ki, hamısı şərəfsiz quldur, Azərbaycanı talan edib. Hamısının da başının arxasında İlham Əliyev. Sənin və Akton portreti var. Sizə arxain olaraq Azərbaycanı talan edirlər quldurlar. Və mən də onların əksi olaraq İlham Əliyev, bax, sənin bu familiya diktatoru açıq olaraq vururam. Fərqimiz buradadır. Sənin təyin etdiklərinlə və xalq tərəfindən haqları tapdalamayan insanlardan biri mənəm. Və mən də sənə açıq olaraq vururam. Sənin əgər güvəndiyin DTX nazirin varsa, sənin əgər güvəndiyin baş prokurorun, diaspora sədrin, Malakasos Fuad Muradovun varsa, çıxsınlar mənə cavab versinlər. Siqnalımı çatdırsınlar sənə. Yox, çatdırmırlarsa sənin təyin etdiyin elə məmurlar istəyirlər ki, sən ailəlikcə, qaynaton, arvadon sən. Qaynaton nəyə görə buradadır? Çünki Arif Paşayev məhz İbrahim Nehrəmliyə dədəlik eləyir, ona görə. Xanımın nəyə görə buradadır? Çünki vitse-prezidentdir. Mənim sənin qadınınla, həyat yoldaşından işim yoxdur. Vitse-prezident olaraq buradadır. Ölkənin ən əsas birinci və ikinci şəxsi sizsiz, ailə hakimiyyəti və sizin təyin etdikləriniz şərəfsiz də hamıdır. Və başda da ən böyük şərəfsiz Arif Paşayevdir. Çünki dələduzlara krişalıq eləyir. Siz dövlət adı ilə dövlət işçilərinə, millət vəkillərinə, deputatlara, nə bilim, icra başçılarına krişalıq edirsiniz. Dələduz Arif Paşayevdə iş adamı altında mağara adamlarına, İspəndiyara, nə bilim, İbrahim Nehrəmliyə krişalıq edir. Ölkə qalıb sizin əlinizdə girin. Ona görə də sizin yeriniz Açıqodur, Severdir. Açıqonun üstünə vurmaqla. Vuracam da, mən deyirəm, samaları getirəm. Buradan Eşad bəy üzr istəyirəm, çox üzr istəyirəm. Hardadır Bakının, əvvəl deyərəm, Bakının ziyalıları, hardadır Azərbaycanın ziyalıları baş götürüb qaçırlar. Bununla da görsənir ki, Azərbaycanı, Eşad düz deyir, bu mağara adamları kalbasanı dvaynoy saçqa ilə, dallarını dvaynoy daşla, eşeğe Nasbərinin şəklini Siyavuş Novruz kimi qoyub Nasbərini, üzr istəyirəm Nasbəri xanımdan, sənə böyük hörmətim var, amma bu şərəfsiz eşeğin boynunun dalına bizdən uzağa Nasbərinin şəklini qoyub elə bilirdi odur. Bax, sizlər bunlarsınız. Hanı bizim ziyalılarımız, hanı? Hanı elm adamlarımız? Hardadır? Hardadır bu bizim kasıb hardadır? Mən deyim də Maksud hardadır? Hamısı millət vəkilidir, qardaşım. Hamısı millət vəkilidir və yaxud ki, övladları polis rəisidir, gömrükdə böyük vəzifələrdədir və Rəşad bəy, sən ziyalı məngəndə elə ziyalılarımız var ki, başını götürüb Bakıdan qaçıb, istəyir Qazaxdan qaçıb, istəyir mənə başını götürüb qaçıb da bu rejimin haqsızlığının əlinə. Niyə görə gedib bugünkü gün bizim ziyalılar başqa dövlətdə, başqa dövlətin mənafeyinə xeyir gətirməlidir? Niyə? Niyə görə bizim kasıb savadlı balaları başını götürüb Polşada mı, Türkiyədə mi, mən nə bilim, Ukraynada mı, orada mı, işlə bizim elə bu, necə sizə deyim, elə savadlı balalarımız var ki, hələ bilinmir də. Niyə görə onlar başqa yerdə işləməlidirlər? Niyə? Çünki sizlər öz savadsız,
öz fahişə və narkoman balalarımızı özünüzdən sonra bu yerlərə namizəd eləmişsiniz. Ona görə Elşad bəy, mən çıxacam, mən çox danışa bilmirəm. İlham Əliyev, Maqsud Mahmudov gəlir. Öpürəm sizi, əziz Mağara TV izləyiciləri, başda mənim dostum, qardaşım Elşad Mamedov olmaqla həftənin 6-cı günü mən sizlərə söz verirəm ki, eşitdiyimə görə Manaf Ağayev, bunu saxlamışam. Təzən Maybak almışsan və demişsən ki, bir 10 gündür. Gizlədmişsən, Maybakın da qiyməti səhv eləmirəmsə 250 mindir. Hə, Manaf adı. Maybak alır. Məndə də o məlumatlar. Mən çalışacağım ki, əlbəttə xeyirli olsun. Ağlayırdım, pulum yoxdur, pandemiyadır. Ona görə Təzə kolleksiya. 6-cı Mağara TV-də çox sensasyon və sizlərdən xahiş edərdim bir 5 dəqiqə. Qoy bir adam çıxsın bu dəqiqə Elşad orada nömrə qoyacaq. Elşadın telefonu ilə öz problemini düşün. Nə qlobal olsun. Mən onu həll eləməsəm, onda deyərəm mən zəif adamam. 10 dəqiqə gözləyirəm. Bir adam çıxsın. Bax, 10 dəqiqə sonra hamımızdan vidalaşıram. Əgər bu mənim rəqibim Qorxaq Əliyev, İlham Heydaroğlu, mənim rəqibim, potensial rəqibim. Əgər məni öldürməyəcəksə, o özüm oturacaq. Və bütün xalqımın, xalqın içindən çıxan xalqın, nə deyim, bütün dərdini, mən bu 2 ildə doğrudan da böyük akı bir türmədir, türməni görmüşəm. Özümə baxıram, bax, oliqarxlıq həyatı yaşamışam, türmə həyatı yaşamışam, qaçqın həyatı da yaşamışam, bomş həyatı da yaşamışam, qurban olum sadə xalqıma. 10 dəqiqə xahiş edirəm. Bax, bayaqdan bir qardaş zəng elədi və bizim həkim xanım bacımız zəng elədi. Kimin nə problemi varsa zəng eləyin. Mən o problemi söz verirəm yerinə yetirəcəm. Onda görərsiniz ki, nəyə maliki ya yox. 10 dəqiqədən sonra mən Elşad qardaş evimizdən çıxacam. Bir daha hamınızı salamlayıram. 10 dəqiqə gözləyirəm, bir dənə sənə zəng gelib, qlobal öz problemi olan adam düşün. Kimindən asılı olmayaraq. Oldu. Gözləyək, kimin problemi varsa zəng eləsin. Efir nömrəmizi bayaq yazmışdıq. Moderatorlardan xahiş edirəm. Efir nömrəsini yazsınlar. Deməli, əziz həmvətənlərim, bizim bir bəlamız var. O da Əliyev və Paşayevlər. Başqa bəlamız yox. Çünki bütün mikrofon bağla da xahiş edirəm. Bu dəqiqə. Deməli, bütün problemlərin başında məhz bu debil quldur ailə dayanır. Başqa bizim heç bir problemimiz yoxdur. And olsun Allaha yox. Bəlkə məmurlar da hansısa iş yaxşılıq eləmək istəyər, iş düzəltmək istəyər, amma İlham Əliyevin, Mehriman Əliyevanın qorxusundan məmurlar xalqın tərəfində deyirlər. Və xalq, bütün məmurları demirəm, yəni hardasa 90% məmur şərəfsizdir, 10% içərisində yaxşısı ola bilər. Yəni bu günləri YAP hakimiyyətinə qulluq eləyənlərin 90% şərəfsizdir, 10% normal insan qalır. Çünki hamısını seçib qoyublar ora. Çünki hamısını dombaldıblar Heydər Əliyev heykəlinin qarşısında. And içdiriblər ki, sədaqətinlə bizə qulluq eləyəcəksən və onlar xalqa yox, məhz Əliyevlərə, Paşayevlərə sədaqətini göstərir. Və vurulan məmurlara hər birisinə bir dənə çıxışlarından fikir verin ki, hamısı vurulduqdan sonra, vəzifədən çıxdıqdan sonra ilk sözləri bu olur ki, biz sədaqətimizlə Heydər Əliyevin və İlham Əliyevin qoyduğu yolda canımızı qoymuşuq. Yəni, bunların prinsipinə uyğun, qanunlara uyğun yox ha. Məhz ailənin xoşbəxt, firavan yaşamağı üçün əllərindən gələni ediblər və xalqdan da milyonlar, milyardlar oğurlayıblar. Xalqa zülüm edirlər. İlham Əliyev bu günləri çıxıb boş-boş danışa bilər. Azərbaycanda işsizlik 5%-dir. Azərbaycan, nə bilim, Avropa bizə paxıllıq edir ki, İlham Əliyev kimi prezidentimiz yoxdur. Yəni, bunlar ola bilər. Belə bizim bir zəng gəlir, görək kimdir? Deməli, bizim bu Qazaxlı balası Mirzəfər var. Odur, qoy onu qulaq asaq, görək. Buyur. Alo. Bəli. Bəli, eşidirəm. Salam. Sağ ol. Efirdəyik biz. Bildim. Efirə zəng eləmişsiniz, yoxsa mənlə işimiz var idi? Mirzəfər yaxşıdır. Evdə
soruşturmaq istəyirdim ki, Buyur. danışmaq istəyirdim bizim telefonlarımızı kompüterə Buyur, qoşuram. qaytarmırlar. Qoşuram efirə qoşuram. Deməli, əziz vətəndaşlarım, bu Mirzəfər var Qazaxdan. Bütün Qazaxda bu şərəfsiz məmurlar, icra başçısı Rəzəb Babaşov, Skoç Ədalət polis rəisi, digərlərinin üzərinə gedib 4 övladı var. Sosial pul istəyir 4 övladına, yardım istəyir və onların sosialını vermirlər. Öz problemlərini qabartdıqları üçün Bakıdan prokuraturadan gəlib Mirzəfəri apardılar prokurorluğa. Telefonlarını alıblar, kompüterlərini alıblar, deyirlər şikayət eləməyin. Həmin Mirzəfərin yoldaşıdır Xədicə xanım. Buyur. Əslən də Lənkərandandır. Buyur. Salam əleykum, bir daha salamlayıram. Masud ekran efiri şeyə bağla da Masud mikrofonu. Əleyküm salam. Hamınızı salamlayıram ki, mənim sözüm budur ki, bizi xahiş edirəm ki, bizim telefonlarımızla kompüterimizi aparıblar bir aydır ki, vermirlər. Mən bax, rəisə də deyirəm, KGB-yə də deyirəm, Bakıya da zəng vururam deyirəm. Heç birisi də telefonumu qaytarmır. Bax, burada Qazaxın baş prokuroruna qədər getmişəm. Müraciət eləmişəm, demişəm, mənə deyir, narahat olma, telefonunuz gələcək. İndi həm gelib deyirəm, bax, bu gün də zəng vurmuşam, qaynar xəttinə qədər çıxmışam, demişəm. Deyirlər ki, araşdırarım. Və deyirəm, nəyə araşdırarım? Aparırsınız. Mənim telefonum yoxdur, mən qonşunun telefonunu alıram, gətirirəm ki, 5 dəqiqəlik. Mənim telefon lazımdır, uşağımın kompüteri idi, sən onu nəyə görə aparmalıydın ki? Telefonda nə var idi ki, sən mənim telefonumu aparzdırırsan? Mən düzdür, çıxdım, müraciət elədim ki, sosiala görə maaşdan eləmişdi, çıxdım mən problemlərimi dedim. O başqa məsələ. Amma sən indi mənim telefonumu gəldiniz, evimizi tökdünüz, dağıtdınız. Ondan sonra axşamla gəldiniz, hücum elədiniz, mənim üstümə yoldaşımı Bakıya apardınız. Mənim üstümə hücum elədiniz, telefonumu əlimdən aldınız. Mənə qatilini mən vermədim. Qatil verməsə sizin evinizi töküb dağıdacam buranı, surdacam buranı. Mənim əlimdən aldılar telefonu. Mən tək canımla, KGB ilə, Qazaxın polisləri ilə dalaşdım burada. Dedim ki, mən tək qadınam, 4 uşağımın gözünün qabağında siz məni niyə belə eləyirsiniz, zülm eləyirsiniz? İndi gedirəm deməkdən ölmüşəm, gedirəm ədalətin yanına, deyirəm telefonumu deyir, narahat olma veriləcək. Sənin telefonun kimə lazım? Deyirəm, ha başına deyirəm, lazımdır da. Mənə müəllim zəng gelir. Eşan bəy, xanıma bir dənə söz deyir. Ay bacı, Sualı var. o telefon, ay bacı, o telefon daha sənə lazım deyil. Niyə? O telefonun bütün detalları bu dəqiqə KGB-nin aparaturasına yığılıb sənə veriləcək ki, sizlər kimlərlənsə efirdən sonra danışırsınız və yaxud bütün bu əgər gəlib aparılıbsa, bəli, sizin həyat yoldaşınız da doğrudan mübariz bir insandır. Onlar qaytaracaqlar sizə. Prosta elə bir detallarla verəcəklər ki, siz kimlərə zəng edirsiniz, kimlər sizə zəng edir. O çerez Dövlət Təhlükəsizlik Xidməti və Skoç Ədalətin əli ilə gəlsin. İnanın ki, uzağı, bax mən sizə deyirəm, biz indi Eşadla onu yıxıb sürüyərik, bir həftə qaytaracaqlar, siz onu satın. O notebooku da, o telefonu da ondan ucuzlusunu alın. Amma o da o notebookdan, o telefondan siz xeyir görməyəcəksiniz. Çünki ora ya bir dənə GPS yeridəcəklər, ya nəsə yeridəcəklər. Bu mütləq %100'dür. Buyurun Eşan, icazə verirsiniz. Mən çıxım. Oldu Maksud, çıx. Sağ ol. Bir dəqiqə, Maksud, sağollaş, sən çıx, qardaşım, sən çıx Maksud. Mən bütün izləyicilərin hamısını bir daha salamlayıram. 6-cı gün sensasiyon məlumatlar olacaq Eşad qardaşımızın efirində. Öpürəm bütün Azərbaycan xalqı. Sağ olun. Özünü qoru qardaş, sağ olun. Sağ olun. Buyurun xanım. Bilirsinizmi? Bax, keçən illəri KGB gəldi, Bakıdan gəldi, evimizi tökdülər, dağıtdılar, eləmi? Bizi qırdılar, qırışdırdılar, nə burada deyəm, qonşunun içində bizi elə eləmişdilər ki, biz güya nəsə terrorist adamıq da, belə çıxmışdı. İndi bu 2 ayın ərzindədir, 1 ayın ərzində, 2 ayın ərzində də gəldi, mayın 17-sində də.
Mayın 7-sinə gəldilər. Bilirsən mi nə qədər polislə tökülmüşdür? KGB, polis, baş prokuroruna qədər tökülmüşdür. Deyirəm, bizim evimizdə heç nə yoxdur. Sən mənim evimi niyə tökmədin? Yox, bizə qərar verilib. Tökdün, dağıtdın, yaxşı. İcazə verdik. Və sənin əlinə heç nə keçmədi. Bir dənə kompüter idi, uşağın kompüteri. Onu götürdüm, onu elə uğurladılar, qaçdılar. Mən vermirdim. Mənim başımı qaçdılar, bir də görüb polisin biri uğurladı, qaçdı. Yaxşı, apardı. 2 gündən sonra yoldaşımı Bakıya çağırdı, Zahata çağırdınız. Yaxşı, onu apardı, axşamı gəldin, qapını qırırdılar əməzlənə, KGB ilə polislər. Gəldi, qapını qırırdılar ki, ay Xədicə, qapını aç ginən. Dedim, nəyə görə açmayayım? Dedim, telefonları verməlisən. Dedim, vermirəm. Mən niyə şəxsi öz telefonumdur? Mən sənə niyə verməliyəm telefon? Yox, bizə lazımdır telefonu. Bizə Bakıdan qərar gəlib. Dedim, yalan danışma deyilən. Yoldaşımı apardınız daha qalmağa. İndi mənim telefonum lazımdır mı? Ya telefonumu mən özüm onu, mən qəhvi almışdım. O telefonu mən necə verim sənə? Bir ayda aparıbsa. Bax, demirdim ki, çıxıb danışacağım. Bütün hamısına deyirəm, çıxıb danışacağım, deyəcəm və şikayət edəcəm da, bezdim də. Bizə çox zülm edirsiniz dedim. Və belə olmaz axı. Mən bir gün çıxmışam qaynar xəttə deyirəm, belə qayıdır kim aparıb. Deyirəm, necə kim aparıbdır. Qazanın polisinin KGB-si gəldi, qapıma sındırırdılar. Evimizi törtdülər, dağıtdılar, telefonu, kompüteri aldılar, apardılar, baş prokurora apardılar Bakıya. Deyil. Və nədən mən zəng edirəm, mən gelin şikayət edeyim dedim. Çıxım evdə mən söyləyim. Mən bir gün qazanın baş prokuroruna zəng eləmişim, köməkçisinə deyirəm ki, çıxıb da danışacağım, sözümü deyəcəm. Bax, ədalətdən də deyəcəm, baş prokurordan da deyəcəm. Gəldiniz evimizi tökdünüz, danışdınız. Xoşunuz gələr benim çıxıb danışacağım. Narahat olma, Xədicə xanım, danışaram, deyərəm, tapşıraram. Dedim, nəyə tapşırarsa? Mənə sabah gəldilər baş prokurorun qəbuluna, o sizə deyilsin. Dedim, gəlirəm, əlimə yumaq verir, gedirəm. Deyir ki, get 2-3 günə gələcək, məni dolayırsınız. Belə olmaz, axı mənə də lazımdır telefon. Mənə də zəngin, mənə də qonum əqrəbam var. Sən sonra deyir, bəlkə bunların nəsə olub telefonlarına zəng çatmır deyir. Belə olmaz axı. Xədicə xanım, Əziyyət verirlər axı. sizin uşaqlarınızın sosial yardım istəyirdiniz, uşaq pulu istəyirdiniz, yardım istəyirdiniz. O düzəldi yoxsa yox? Kartı da içərimdə almamışam, andolsun Allaha. Gedirəm, soruşuram, deyir, adınızda hələ gəlməyibdir. İndi bu 5-ci gün, həftənin 5-ci günün deyiblər. İndi həftənin 5-ci gündə gedəcəm. Oldu, olmadı, mən aləmi qatacam bir-birinə. Day, belə olmaz. Mənə ilə cənə başımı qatırlar, qarışdırırlar, deyirlər ki, alınıbdır, kart gələcək. Day, belə olmaz axı. Əziyyət verirsiniz axı. Mən nə istəyirdim ki, sizdən axı? Mən çörək pulu istədim ki, uşağımı dolandırmağa görə çörək pulu istədim. Mən Kanadaya səni dedim, heç andolsan nə gəlib Kanadaya səndə çəkməyirlər. Vallahi deyildi, xeyri yoxdur. Belə yanına elə ki, bizə deyirlər ki, Kiri'nin işlərinizi həll edəcəm. Ay ədalət, sən mənə dedin ki, get Kiri otur, sənə bütün hər işlərini həll edəcəm. Və yaxşı da belə olmaz axı, belə əziyyət olmaz axı. Çıxıb danışında da deyirsən ki, çıxdın danışdın. Danışmayanda da deyirsən ki, girmiş otur yerində. Da belə olmaz axı, bizə çox əziyyət verirsən. İndi mən sizə bir söz verirəm buradan. Yəqin ki, Qazaxdan, mən əsli Qazaxdan olduğum üçün məni də izləyirlər Qazaxdan. Mən sizə söz verirəm ki, 10 günə, 15 günə sizin telefonunuz, kompüteriniz qayıtmasa, məhz bax bu aksiyanın birini, bu Əliyevlər və Paşayevlər ki var, hansı ki İlham Əliyev və Mehriban Əliyevə təyin edibdir Qazaxın icra başçısını, Quldur Rəcəb Babaşovu, Skos ədaləti, oranın prokurorunu, oranın digər məmurlarının hamısını ki İlham Əliyev təyin edir, özü deyib. Mən sizə söz verirəm ki, 15 gün ərzində əgər sizin telefonlarınız, kompüterlarınız qayıtmasa, məhz sizə görə, Mirzəfərə görə, sizin o 4 balanıza görə bu şərəfsiz ailəni, bilmirəm indi İsveçrədə mi, Almaniyada mı açıqların üstünə vuracam. Məhz sizin ailəyə görə. Çünki siz mübariz adamsınız, sizin yoldaşınız mübariz insandır, qorxmur, hər zaman həqiqəti deyir, yaltaqlanmır. Məhz 15 günə ərzində və çalışın ki, tez verin. Əgər olmasa, Fuad Ələsgərov şərəfsiz, prezident aparatında oturub şərəfsiz polisə nəzarət eləyən, prokurora nəzarət eləyən, Qazaxın prokurorunu ayağına bağla, Qazaxın polis rəisini ayağına bağla. O şərəfsizlər ki, gəlib Bakıdan Mirzəfəri aparıblar polis prokurorluğa, deyiblər ki, çıx orada Elşadı söy, Qabili söy. Bu adam da çıxdı efirdən dedi ki, söyəcəm sizi,
Biz də dedik, yaxşı bizi söysünlər. Orxanı Qabil Elşadı. Amma bu ailənin uşaq pulusunu ver, bu ailəni işlə təmin elə. Söz vermisiniz Rəzəb Babaşov, sözünüzü tutmursunuz. Skot Ədalət, sözünüzü tutmursunuz. Mən özüm də olmasam Qabilə xahiş eləyəcəm, sizin nəslinizi ortaya düzəcəkdir. Düzəcək Qabil ortaya və mən söz verirəm ki, 15 günə ərzində bu ailənin işlə təminatı, uşaq pulusu, 4 övladı var şərəfsiz İlham Əliyev. Nə yiyib, nə içməlidir bunlar? Bax, sən özün gedirsən, 100 dənə maşın sapravajdeyini gedir. Nəvələrimin, nə bilim, Dubayda, nə bilim, Londonda mülklərim var. İlham Əliyev, Qazaq sakinidir, 4 övladları var, işləri yox, gücləri yox, uşaq pulu verilmir. Bu 4 övladını nə ilə saxlamalıdır? Ay, Qurana əl basmış İlham Əliyev, nə eləməlidir bunlar? Mehriban Əliyeva, nə eləməlidir? Vitse-prezident kimi, sən də anasan, sənin də nəvələrin var. Bax, bu qadın haqqını tələb elədiyi üçün gəlib şərəfsiz prokurorluq işçiləri, polis işçiləri telefonunu alıb, uşağının kompüterini alıb aparıblar. Ay, işi həll eləyin də. Yoxsa ki, sən efirə çıxma, şikayət eləmə, yaxşı eləməsin. Bütün kompüterini, telefonunu da əlindən al ki, heç kimlə əlaqə saxlamasın. Qonşunun telefonu ilə zəng eləyib efirə qoşulurlar. Nətər olmalıdır bu? Təşəkkür edirəm bacım. İnşallah Allah sizləri qorusun. Yoldaşımıza da salam deyin. O bizim fəxrimizdir. Bəli. Cəhbəsi bir Azər var. Mən onu gördüm, ona dedim ki, ay Azər, o dedi ki, mən sizin işlərinizi həll elətdirəcəm, gedib danışacağım, yəni onların adamında. Dedi, gedib danışacağım, onlara deyəcəm ki, yəni bunların işlərini həll edin hamısını. Bax, mənim qazım yazıb olan qədər, 500 manata qədər yazıbdır. Su yazıbdır, məhkəməyə verirlər. Deyirlər ki, sizi məhkəməyə verəcəksiniz, qazına suyun pulunu vermir. Deyirəm, nə hardan verim? Mən sosialı almıram, maaşlı kəsiblə almıram dedim. Mən bu hardan gətirim, bu pulu verim? Mən heç uşağımın qarnını doydura bilmirəm ki, gətirim o pulu da verim ki, şeyləsin. Qazının suyunun pulunu ödəyim. Azər mənə söz verdi ki, narahat olma, sənin qazını da suyunu da onlara tapşırıb deyəcəm ki, onları məhkəməyə verirlər. Və yaxşı, və hamısını sən mənə söz verdiniz də, mənə dediniz ki, kirmiş durcunə, sakit durcunə, heç nə danışma, eləmə. Və yaxşı, bax, bu bir aydır kirmiş dururam da, bir aydır kirmiş dururam deyir, mənim telefonuma çıxım nəsə demirəm ki, onların haqqında işinə demirəm. Özləri bilərlər, neynilər eləsinlər. Amma ki, sən mən bir aydır, mən Aydərə dedim, Aydər, get çadır dinə, mən qazla suyunu da Akifə deyəcəm ki, bizi məhkəməyə verir, dedi, narahat olmayacaq. Gedib deyib, özü bilər, öz işidir. Yaxşı, və mən sənə kömək istəyirdim, sənin işlərini həll eləyəcəm. Və yaxşı, sən mənim işlərimi heç birisini həll eləyə bilmirsən. Ay anam, ay bacım, İlham Əliyev siyasətidir də. İlham Əliyev də söz verib ki, mən hər bir vətəndaşın prezidentiyəm, Qurana əl basıbdır və mən xalqın xidmətçisiyəm. İlham Əliyev bugünə kimi hansı xalqın bir yaralı barmağına zad eləyib, hansı xalqa kömək olub, dəstək olub ki, İlham Əliyev? Kasıb balasına, şəhid ailəsinə, qazilərimizə, nə bilim, bax sizi kimi 4 övladı olana, işsizlərə, nə bilim, ayda ildə bir dənə çıxar Heydər Əliyev fondunun adından Mehriban Əliyeva hansısa müğənniyə, mürtətə sponsorluq eləyər. Onu da bütün televiziyalar göstərər ki, Mehriban Əliyeva filan müğənninin, filan artistin müalicəsini üzərinə götürdü. Bu ilə iş bitmir axı. Azərbaycan 3 dənə, 5 dənə aktyordan, nə bilim, mürtətdən ibarət deyil. Azərbaycan xalqından söhbət gedir. Bunu reklam kimi Heydər Əliyev fondu kiməsə yardım elədi. Heydər Əliyev fondu niyə eləməlidir? Canı çıxmalıdır, Səhiyyə Nazirimiz eləməlidir. İcra başçılarımız eləməlidir. Nə bilim, Qaçqın.com'umuz eləməlidir. Nə bilim, sosialımız eləməlidir. Və Mehriban Əliyeva kimisə müalicəsini öz üzərinə götürdü. Bəyəm 3 nəfərdən, 5 nəfərdən ibarətdir ölkə. Deyənə deyirəm, mən sizi şəxsən, bax bu sizin Rəzəb Babaşova mesajımı verirəm və Skot Ədalətə. Bu yaxınlarda bu ailənin, Mirzəfərin, yoldaşının, Xədicə xanımın telefonları qayıtmasa, onların kompüteri qayıtmasa, onların övladlarına yardım olunmasa, adam ölməlidir azından. Sizin bax, bəhbəhlə qoruduğunuz bu ailənin məhz bu ailəyə görə açıqların üzərinə vuracaq. Sağ olun, çox sağ olun xanım, sağ olun. Çox sağ olun, Allah sən razı olsun. Sağ olun, sağ olun.
Deməli, əziz həmvətənlərim, bu Mirzəfər var, Qazaxlı balasıdır. Deməli, haqqı deyən adamdır. Bütün Rəzəb Babaşov, şərəfsiz Rəzəb Babaşov Qazağın icra başçısının quldurluqlarından danışıb, nə bilim, oranı necə talan eləyir, fermalar kimin adınadır, nə bilim, aptekləri kimin adına təyin eləyib, neynəməyib, bunları yəni deyirdi, biz də yayımlayırdıq, mən də yayımlayırdım, Qabil də yayımlayırdı. Deməli, nə olur? Şikayət edir, vətəndaş deyir ki, icra başçımız şərəfsizdir, quldurdur, fermaları var, aptekləri var, nə bilim, bankı var, nəyi var. Hər həftə bunun qızına, övladlarına Qazaxdan səbətlər gedir, produktlar, sveji, hamısı Qazağın qaymağını yığırlar, bazardan göndərir. Başım, bu talan eləyir Qazağı. Bu oranın xanıdır, şərəfsiz Rəzəb Babaşov. Mən də bir Qazaxlı kimi, şərəfsiz Rəzəb Babaşov. Nəyə görə? Bax, bu ailənin, mənim məsələmi öz-üzərimə götürmüşsən. Biz vətən xainiyik, şərəfsiz. Bəsdir də oturdun bu şərəfsiz İlham Əliyevin qucağında, arxava qoydun İlham Əliyevin portretini, Heydərin portretini, Qazağı talan elədin. Əgər Mirzəfərin, onun həyat yoldaşının telefonu, kompüter qayıtmasa, vallahi billahi pas soxacam sənə Rəzəb Babaşov. Özün də soxmasam, Qabilin əli ilə soxacam. Qabilin deyən dili var, eləyən hərəkəti var. Mənim indi yaşım biraz o yaş deyil. Mənim, yəni, amma Qabildən xahiş eləyəcəm, Rəzəb Babaşov, sənin nəsli ortaya düzəcək. Rəzəb Babaşov, sənin o şərəfsiz polisin var, ha, Skot ədalət. Onu ortaya qoyacaq. Ha, bəsdir də, deyirsiniz, buradan şikayət elə, İlham Əliyev. Buradan deyirsən, şikayət elə, siqnal ver. Siqnal verən adamın telefonlarını alırlar, kompüterini alırlar. Bu Azərbaycan xalqı sənə necə inansın? Necə inansın axı İlham Əliyev? Sənin siqnal verən vətəndaşlarının hamısını şərləyib türmələrə doldururlar. Polislə, prokurorluqla qorxuzurlar ki, səsini çıxartma. Uşağının kompüterinə kimi alıb aparıblar ki, adam şikayət eləməz. Budur da Azərbaycan. Budur Azərbaycan. Və sən vətənlərim, haradasa 2 saata yaxındır efirdəyik və efir vasitəsilə bir vasitə. O məqalənin ki başlığı var. Dünən Qabil qardaşım dedi, yenə də təkrarlayıram, Vidadi bəy də dedi, indi hərənin öz fikri var. Qabil qardaşım deyir ki, 6 nəfər gəlibdir, mən Qabilə inanıram. Yəni Qabilə gələn məlumatların 99% doğru olur. Yəni indi o 6 nəfər ki, kimlər ki gəlib o spisokda ilk 5-liyə mən də düşmüşəm və buradan Mağara TV-dən bəyan edirəm. Sabahları saat 1-2 arasında Bazeldən keçirəm Fransaya, Mülhaus şəhərinə gedirəm, Vidadi bəyin yanına və Skot ədalət, sən orada insanların ağzını skoç deyirsən, mən də bax Skot ədalət, buradan sənə bəyan edirəm. Skotla, bax bu Əliyevlər və Paşayevləri Fransanın tualetinə skoçlayacam. Skoçlayacam Skot ədalət. Qazağın icra başçısı Rəzəb Babaşov. Orada Mirzəfəri qorxuza bilərsiniz, onun həyat yoldaşını qorxuza bilərsiniz. Evinə polis, prokurorluq göndərə bilərsiniz. Skot ədalət, bax sənin prezidentin, sənin vitse-prezidentin, sənin prezidentin atası, birinin də qaynatası. Bax bu ailəni Skot ədalət. Sabahları gedirəm. O killerlər gəlib ki, 6 nəfər. Mən Bazeldən keçəcəm Fransaya. Sabah 1-2 arası qara Volkswagen Turanım var. Və gedirəm Mülhaus şəhərin mərkəzinə. Orada tualetlərə yapışdıracam. Açkoların üstünə. Və ilk aksiyam oldu şərəfsiz Fuad Ələsgərova görə. O Fuad Ələsgərov ki, polisə, prokurorluğa, korrupsiya qarşı mübarizə idarəsinin şöbə rəisidir prezident aparatında. Bütün şərəfsizliklərin başında o dayanır. Və bugünkü, sabahki aksiyam olacaq məhz Kamran Əliyevə görə. Korrupsiya generalı olan zaman məni qəbul edib haqlı sayır. Yanında prokuroru olub yadigar, mənim işimi aparan yadigar prokuror. Məni haqlı saydı, yardım elədi. Axırda adam mənə qayıtdı ki, Elşad bağışla, mən bacarmadım. Yəni işi vurdular. Arif Paşayevə görə. Və Kamran Əliyev, sən bu günləri baş prokurorsan. Sən mənim işimdən halısan, məni qəbul eləmişsən. Və 3 dənə prokurorumun, birinin adı yadigar idi, məni haqlı saymısan. Sabahları Əliyevlərin və Paşayevlərin hansı ki, səni o vəzifəyə təyin ediblər. Və sən o aksiyanın səbəbkarı sənsən Kamran Əliyev. Çünki zamanında bir mağara adamı, ilk məhəbbəti eşşək olan, Stasikanı salafanı ilə yiyən Dəladuz, Alkaş, Maşennik, İbrahim Nehrəmli ilə bacarmadın. Bacarsaydın bu günləri ailənin şəkilləri tualetlərdə olmazdı. Sabahki aksiyamın səbəbkarı baş prokuror Kamran Əliyevdir. Kamran Əliyev Fransada
tualetlərə açıqların üstünə yapışdırıb videonu yayımlayacağam. Və bir həftə sonra, gələn həftənin, o birisi həftənin bazar günü ya 6-cı günü aksiyam olacaq Fuad Muradova görə, diaspora sədri. Mənim işimdən şəxsən o da kursdur. Fuad Muradov, sən məni bilirsən, sənin adamın mənə çıxıbdır. Sən məni haqlı bilirsən, adamın da mənimlə danışıbdır. Əgər mənim haqqım bərpa olunmayana kimi sivil mübarizəyə, yəni bax bunlar ki açıqların üzərinə vurulur və bu mübarizəni saxlatdırmayacaq. O vaxta kimi ki, ya Hacı İbrahim Nehrəmli çıxacaq, yenə deyirəm, mənim davam pul davadır, prinsipdir. Mənim mağara adamı məni allada bilməz. Ya Hacı İbrahim çıxacaq, ağzına 8 dənə tikiş vuracaq, deyəcək ki, mənim pulum yoxdur, Elşada zülüm eləmişəm. Ona görə ağzıma 8 dənə tikiş vururam. Mən deyəcəm ki, bu iş aksiya dayandı. Açıqlara ailəni vurmayacam. Ya da İbrahim Nehrəmli, özün eləyə bilmirsən, 2 dənə oğlum var, Həsən Hüseyin. Ağızlarına 8 dənə tikiş vuracaqsan birinin, ya Həsənin, ya Hüseynin. Çıxardacaqsan efirə, deyəcəksən ki, Elşad Məmmədov o vaxtı mən sənə qarşı haqsızlıq eləmişəm. Ala bax, bu da mənim cavabım olsun sənə, qanadan. Oğlum ağzını tikdi, Həsən Hüseyin hansı ki, indi Londonda kayıp eləyirlər. Ya o Həsən Hüseyin ağzını tikir, 8 dənə tikiş vurur, ya da İbrahim Nehrəmli, sən ağzına 8 tikiş vurursan, əgər mən şərəfsizəm bir də bu temaya qayıtsam, bu söhbəti bağlayıram. Və mən sübut edirəm ki, İbrahim Nehrəmli, səni sındırdım. Yox, əgər ki ona gelmirsən, buradan səslənirəm, birbaşa yenə deyirəm, baş prokurora, DTX nazirinə, Əli Nağıyevə, Kamran Əliyevə və Fuad Ələsgərova. Əgər bir şərəfsizlə bacarmırsınızsa, ya o ağzını tikəcək, ya övladları ağzını tikəcək, ya da mən sizin bax güvəndiyiniz bu ailələri tualetlərdə gəzdirəcəm hər həftə. O birisi həftədə sabahki aksiyam olacaq Fransada, o birisi həftədə olacaq mənim aksiyam Almaniyada. Almaniyanın tualetlərini gəzəcəksiniz. Və özünüz baxarsınız, hansı tualet xoşunuza gəlsə, sonra mənə yazarsınız ki, ya İsveçrənin tualetlərini xoşladınız, ya Almaniyanın, ya Fransanın. Çalışacağım, həm qalan aksiyalarımı orada eləyim. Sağ olun, var olun, moderatorlara təşəkkür eləyirəm, izləyicilərə təşəkkür eləyirəm. Bəyənin, paylaşın bir zəhmət. Sabahları aksiyamı gözləyin. Fransanın tualetlərindən Əliyevləri və Paşayevləri rəzil eləyəcəm. Sağ olun, gecəniz xeyrə qalsın. Killerlər, sabah saat 1-2 arası sizi gözləyirəm Bazelin sərhəddində, Fransa sərhəddində. Sağ olun.